Şairi zindandan çıxarıb edam yerinə aparanda, al günəş dağların başında qan tuluğu kimi sallanıb durmuşdu. Şair boğazını, çənəsini, gözlərinə kimi sifətinin bütün əzalarını deşim-deşim deşən ağrıdan inildədi. Əlləri arxasında toqqa gönü ilə bərk-bərk bağlı olduğuna görə, hər ilin sarımtıl xəzanı gələndə, qürub çağı günəşi belə al-qırmızı görəndə, həmişə elədiyini indi eləyə bilmədi. Şair salavat çevirmək istədi, mümkün olmadı. Xudaya, bu nə ağrıdır? Bir də günəşə baxdı, qırmızı işığın şöləsi ağrı içində qovrulan şairin sifətində elə bil çıraq kimi yandı, amma bu yanğıdan üzü gözü bir qədər sərinlədi. Vəzir, vəkil və bir neçə sərkərdə hökmdardan xəlvət və edamdan qabaq gizli məşvərət keçirib qərara gəlmişdilər ki, şairin başı bədənindən ayrılana qədər dilini kəssinlər. Kəssinlər ki, edam mərasimi zamanı bu xaraba məmləkətin şairi, vəziri, vəkili acıladığı kimi hökmdarı acılamasın. Hökmdara ağır söz deməsin. Vəzir ömründə təsəvvür edə bilməzdi ki, ölüm qabağı şairlərin dili belə acı olarmış. Bugün hökmdarın böyük bayramlarından biri idi və belə bir bayramın qanqaralığı ilə bitməsi vəzirə, vəkilə çox baha otura bilərdi. Vəzir də, vəkil də həmişə görmüşdülər ki, qırmızı libaslı cəlladın iti baltası havaya qalxmamışdan qabaq edama məhkum olanların hamısı hökmdarın qarşısında diz çöküb ondan imdad diləmişdilər. Vəzir də, vəkil də bilirdi ki, şair heç kəsdən imdad istəməyəcək. Ağzını dağıdıb acı sözlərlə böyük bayramı böyük matəmə çevirəcək. Buna görə də pıçıldaşıb, qıqqıldaşıb şairin dilini kəstirmişdilər. Şair isə bayaq potaboy, ağzında bir dənə də dişi qalmamış bir kişinin əlində qırmızı ət parçasını görsə də, indi dilinin kəsildiyini hiss eləmirdi. Əksinə, ona elə gəlirdi ki, dili ağzında şişib və bu müsibətli ağrı o şişin ağrısıdır. Bir yandan da qüruba enən günəşin bu qırmızı müsibəti. Kimsə arxadan onu itələdi və nizəli qalxanlı iki keşikçi qabağa keçdi. Dili kəsiləndən sonra ağrı şairi haldan salandan sonra o dünyanın bütün iyi qoxusundan məhrum olmuşdu. Amma bu iki sərbaz qabağa keçəndə tünd tər iyi burnuna dolub elə bil ağrılarını daha da artırdı. Edam yerinə gedə-gedə şair gözlərini çulğamış dumanın içərisindən ağaclara baxırdı. Xəzan vaxtının sarı-sarı, qırmızı-qırmızı yarpaqlarına baxırdı və ürəyində deyirdi ki, Xudaya, bəs bu dünyanın yaşıl yarpaqları hanı? Vaxtsız əcəl niyə məni son məqamımda yaşıl yarpağa həsrət qoydu? Şair uzaqdan yenə də ağrının zillətindən toxunmuş seyrək duman içərisindən ağ sarayı görəndə başa düşdü ki, edam sarayın qabağında olacaq. Bu həm edamdır, həm də tamaşa. O, Xədim xanı heç bir vaxt görməmişdi, amma nədənsə həmişə onun sifətini xəyalında heyva çürüsünə bənzədirdi. Sonra birdən şairə elə gəldi ki, günəşin bugünkü allığı, qürubun bugünkü qırmızılığı məmləkətdə tökülən qanın buxarından əmələ gəlib. Dilsiz ağız söz demək istədi, amma ağrı qılıncını oyadıb dilsiz ağzı açılmağa qoymadı. Şair qalan yolu gedə-gedə daha gözlərini al günəşdən çəkmədi. Şairin gözündən bir damla yaş yanağına yuvarlandı. Bu damla ağ deyildi. Bu damla qıpqırmızı idi. Şairi edam yerinə qaldırdılar. O, gözlərini qıyıb əvvəl-əvvəl aşağıda, meydançanın ortasında taxta əyləşmiş hökmdarı gördü və şairin gözləri qapqanaq çəkib güldü. Xədim xanın çöhrəsi heyva çürüsündən də artıq qırış idi və Xədim xanın uşaq başı boyda balaca bir başı vardı. Sonra şair başını ağır-ağır endirib sərbazlara baxdı. Sərbazlar təzək iyi verirdilər. Sağ tərəfdə dayanıb qorxu içində şairin edamına tamaşa edən öz obalıları,
qocaları, qarıları, cavan oğlan uşaqlarını və nəhayət ömrü boyu uca qamətlərini və ala gözlərini vəsf elədiyi gəlinləri, qızları görəndə gözündən bir damla da yaş axdı. Bu damla da ağ değildi. Bu damla da qırmızı idi. Çünki şairin ürəyi od tutub yandı. Şair bildi ki, qara telləri çiyinlərinə tökülüb, məlul-məlul dayanmış, göz yaşları qurumuş bu gəlinlərin, bu qızların hər birinin bətnində indi neçə-neçə sərbaz toxumu var. Gözlərinə qırmızı yaş gəldi və şair ürəyində öz obalılarından halallıq istədi. Sonra şair hamıdan qabaq büzüşüb dayanmış bir kəndli baba gördü. Əynində yamaqlı, kirli çuxa, başında motal papaq. Şair onu tanıdı. Ağıllı Təlxəyi tanımamaq olardımı? Təlxəyin gülümsər gözləri şairə zillənmişdi, amma sifəti ağlayırdı və Təlxəyin bu gülümsər gözlərində şair elə bir şey oxudu ki, qaməti düzəldi. Köksünə uzaq yaylaqların sərin havası doldu. Şair Təlxəyin gözləri ilə dediklərini kəlmə-kəlmə eşitdi. Təlxək daha dayanmadı. Əvvəla şairin edamına dözə bilməyəcəkdi. İkinci də şairin sifətinə qonmuş təbəssümdən anladı ki, o da arxayındı. Şair özü bu dünyadan gedir, amma sözü söhbəti bu dünyada qalır. Göz yaşlarını boğa-boğa, hıçqırığını içərisinə salıb Təlxək ustalıqla geri çəkildi və izdihamdan çıxdı. Və yalnız dərəyə inəndə arabasına yanaşıb dayandı. Daha özünü saxlaya bilmədi. Qatırın boynunu qucaqlayıb, ürəyi boşalana kimi ağladı. Sonra arabaya mindi, qatırı mahmızlamamışdan qabaq başını qaldırıb qaranlıq dərədən yuxarıdakı səmanın qırmızılığına baxdı. Çığırdı. Tfu sənin təxtinə, ey çərxi fələk. Bu qəzəbli səsdən üzbəyüzdəki meşədə qarğaların səsi aləmi başına götürdü. Araba yerindən tərpəndi, təkərlərin qıcıltısı eşidildi. Birazdan üfləmə Qasımın qatır arabası torpaq yoldan çıxıb meşəyə girdi. Meşənin qaralığı, ağaclar Təlxəyin gözünə qara-qara və əcaib göründülər. Xəzan yarpaqlarının sarılığı və bir də ətrafın vahiməli sükutu Təlxəyi yolundan eləyə bilmədi. Başqa vaxt olsaydı, günün bu çağında havanın qaralan vədəsində Təlxək ömründə bu meşəyə girməyə cürət etməzdi. Amma indi o nə geri dönə bilərdi, nə də arabanı saxlaya bilərdi. Təlxək tez bu məmləkətdən çıxmalı idi. Araba vahiməli sükut içərisində qıcıltı qopara-qopara meşənin seyrəkliyindən sıxlığına yönəldikcə hava elə bil bulanıb dəqiqə-dəqiqə, saniyə-saniyə qaralırdı. Əvvəlcə üfləmə Qasım meşənin bu qəribəliyinə fikir vermədi. Ona elə gəlirdi ki, heç qabağındakı yolu da əməli seçə bilmir. Çünki gözlərini orada, Ağ Sarayın qabağındakı meydançada qoymuşdu. Bu gözlər əcələ təslim olmuş şairin saralmış sifətinə zillənib qalmışdı. Gözün tökülsün fələk. Təzə yiyəsinin ürəyində dediyi bu yanıqlı qarğışı elə bil qatır eşitdi. Dayanmaq istədi. Üfləmə Qasım bunu hiss edib qatırı var gücü ilə mahmızladı. Heyvanın bədənində şaqqıldayan qamçının səsi Üfləmə Qasımı ayıltdı. Gözlərini geri qaytardı. O meşəyə baxdı. Ona elə gəldi ki, dərəyə nisbətən meşənin havası daha sərindir. Bu sərinlik qatır arabanı irəli çəkib apardıqca artırdı və belə getsə 2-3 saatdan sonra o gəlib qarlı bir diyara düşəcək. Sonra başını qaldırıb palıdların, vələslərin, cevizlərin kəlləsinə göz gəzdirdi. Bu meşənin də payız yarpaqları orada, arxada qalmış, tüstüdən boğulan başı bəlalı məmləkətin yarpaqları kimi sapsarı idi və hələ ağacların budaqlarında topa-topa çoxlu yarpaq qalmışdı. Özgə vaxt olsaydı, bu havanın yüngüllüyündən, axşam ala toranının gözəlliyindən vəcdə gəlib pəstən bir bayatı deyərdi. Amma Üfləmə Qasımın nəinki bayatı deməyə, heç əməlli başlı ciyər dolusu nəfəs almağa da tutarı qalmamışdı. Fələk Üfləmə Qasımın bədənindən şirəsini yox eləmişdi. Gözlərinin işığını azaltmışdı. Qüvvəli ayaqlarının gücünü almışdı.
Nə qədər yol gedəcəkdi, neçə vahiməli gecəni bu meşənin zülmətində, ağacların altında keçirəcəkdi. Hələ bunları Üfləmə Qasım bilmirdi, amma getməli idi. Lazım olsa, Xortdanın özün qucaqlayıb onunla bir yerdə bu meşədə gecələməli idi. Şairin əlyazmalarını uzaqlara, qan tökülməyən, baş kəsilməyən bir yerə aparıb, orada çörəyi halal adamların diyarında otun ələfin altından gün işığına çıxarmalı idi. Amma təlxək qüssəli-qüssəli xəzan yarpaqlarına bir də baxıb düşündü ki, görən bu dünyada çörəyi halal olan adamların diyarı hardadır? Çünki at kişnərtisi və sərbaz hayqırtısı hələ də qulaqlarında qalmışdı. Təlxək bu diyarı tapsa da, əgər belə bir möcüzə baş versə, qulaqlarındakı bu səslərlə ora getmək istəmirdi. Bu səsləri ondan savayı kim eşitsə, qarnına qorxu dolacaq. Qorxu toxumundan bətni ağırlaşmış adamların arasında əlyazmalarını otun ələfin altından çətin gün işığına çıxartmaq olar. Təlxək qatırın cilovunu çəkdi. Araba dayandı. Arabadan düşüb, qıcıltı kəsiləndən sonra sərin hava kimi qulaqlara dolan sakitlikdən xumarlanan kimi oldu. Əlini otun ələfin içinə salıb altında nə vardısa, bugün neçənci dəfə idi bir də yoxladı. Sonra iri bir kisənin bağını açıb, yola götürdüyü azuqəni də gözdən keçirdi. Xamralı çörəyinin, pendirin, göy-göyərtinin ona xeyli çatacağına bir daha inanıb, təzədən arabaya qalxmaq istəyirdi ki, qəfil eşitdiyi səsdən tükləri ürpəşdi. Hardasa yanıqlı-yanıqlı bir uşaq ağlayırdı. Qulaq verdi. Elə bil biri yox, bir neçəsi ağlayırdı. Yadına tez-tez eşitdiyi qorxulu rəvayət düşdü. Hal arvadı. Meşədən, səhradan keçən tənha yolçuları saxlamaq üçün uşaq səsi ilə ağlayır. Sonra onları yaxalayıb, qalın hörüyünü boğazlarına doluyub, boğur. Allah, özün kömək ol. Üfləmə Qasım qarnının soyuduğunu hiss elədi və ağlaşmanın kəsmədiyini görüb yaxınlaşıb qatırın boynunu qucaqladı. Qatır ömründə görmədiyi bu mərhəmətdən elə bir kövrəldi. Başını silkəliyə-silkəliyə bir-iki kərə fınxırdı. Bu səs yanıqlı uşaq iniltisi lap yaxından. Üfləmə Qasımın gözləri qabağında sıralanıb durmuş nəhəng ağacların arxasından gəlirdi. Allah, bu nə bəladır mən düşdüm. Amma daha dayana bilmədi. Niçinsə ürəyi sıxıldı. Əgər belə yanıqlı-yanıqlı ağlayan doğrudan da hal arvadı idisə, qoy elə boğub öldürsün. Allahın qismətindən artıq nə ummaq olar ki? Gözün tökülsün fələk. Bu nə yanıqlı iniltidir belə? Üfləmə Qasım yerindən tərpənib özünü ağacların arasına saldı. Gür gicitkən kollarının arasından bir təhər keçib talaya bənzər bir yerə çıxdı və sağ əldə nəhəng bir palıdın gövdəsinə bitişik qurulmuş balaca komacığı görüb başa düşdü ki, ağlaşma səsləri oradan gəlir. Abala, oyə, kimsən ay uşaq? Başı üzərində ağacların irili xırdalı budaqları arasında qarğa qarıldadı. Yuxarı baxanda Üfləmə Qasıma elə gəldi ki, bu qarıltını qaranlığa qovuşan, boz səmanın ortasında yanan iri tək ulduzdan eşitdi. Onun təlaşlı sualından sonra ağlaşma səsləri daha da gücləndi. Üfləmə Qasımın ürəyi lap partlamaya düşdü. Ay uşaq, çığırdı. Oyə, Kiri. Amma qabağa getməyə cürət etmədi. Komanın dar girimindən 12-13 yaşlı bir qız uşağı çıxdı. Dayanıb, qorxa-qorxa iri gözlərini Üfləmə Qasıma zillədi. Abala, kimsən? Qız cavab vermədi. Qaşlarını çatıb yenə Üfləmə Qasıma qorxa-qorxa baxa-baxa, arxasında gizlətdiyi sağ əlini yavaş-yavaş yanına saldı. Qızın əlindəki iti tiyəli əyri xəncər axşamın alatoranında bərq vurdu. Üfləmə Qasımın heyrətdən gözləri bərəldi. Ay qız, qorxma, abala, kimlərdənsən? Qız nəhayət dilləndi. Odunçu Bəhlulun uşaqlarıyıq, əmi. Əmi deyən dilinə qurban kəsimsən, abala. Bəs atan, anan hanı?
Sərbazlar əvvəl atamı öldürdülər, sonra anamı. Qız başını sinəsinə əydi. Bu sözlərdən sonra komanın içindəki inilti elə bir çığır-bağıra, ağlaşmaya döndü ki, Üfləmə Qasım daha özünü saxlaya bilmədi. İrəli atılıb qızın yanından ötüb komaya yanaşdı. Başını içəri soxdu. Qaranlıq, havası rütubətli komaya neçə nəfər olduğunu əməli seçə bilmədi. Dedi: "Abala, abala, çıxın eşiyə, ay uşaq, xəstələnərsiz." Komadan bir-birindən balaca 4 qız uşağı çıxdı. 5 oğlan uşağı. Üfləmə Qasım başa düşdü ki, odunçu Bəhlulun 5 oğlu, 5 qızı yetim, kimsəsiz qalıb və bu başı bəlalı dünyanın səfillərinə qarışmışdılar. Başını yuxarı qaldırıb, bu gün neçənci dəfə idi ucadan dedi: "Gözün tökülsün fələk." Uşaqlar böyük bacılarını dövrəyə alıb körpə quzular kimi baş-başa verib dayanmışdılar. Üfləmə Qasım bircə-bircə onların üzündən öpdü. Kirli saçlarını sığalladı, selikli burunlarını çuxasının ətəyi ilə sildi. "Durun burada, indicə qayıdıram." deyib yerindən götürüldü. Gəldiyi qısa yolu geri qayıdıb arabaya qalxdı. Ağacların arasından tapdığı genişlikdən qatırı talaya sürdü. Arabanı komadan biraz aralı saxladı. Hoppanıb yerə düşdü. Azuqə kisəsini götürüb yerə endirdi. Tələsə-tələsə, nəfəsi təntiyə-təntiyə kisənin bağını açıb, hələ də qorxa-qorxa və ürək döyüntüsü ilə ona baxan yetimlərə dedi: "Yaxın gəlin, abala." Böyük bacısının əlindən tutub, başını onun qarnına qoyub dayanmış lap kiçik oğlan uşağı son beşik yavaşca soruşdu: "Bacılı, bacılı, bu bizi yeməz ki?" "Yeməz atam, yeməz qağam." Qız balaca qardaşının əlindən tutub cəsarətlə irəli, Üfləmə Qasıma sarı yönəldi. O biri uşaqlar da böyük bacılarının dalınca düşdülər. Üfləmə Qasım kisədən çıxardığı çörəyi, pendiri, yola nə götürmüşdüsə, hamısını arabadakı o tərəfin üstündə açdığı dördkünc bez süfrəyə yığdı. Uşaqlara baxıb tez çörəyi parçaladı, pendiri də əlləri ilə övkələyib xırda-xırda elədi. İri çörək parçasının arasına pendirdən, göyərtidən qoyub ilk tikəni son beşiyə uzatdı. "Götür quzum, ye." Uşaq iki əlli bacısının qolundan yapışdı. Qız tikəni Üfləmə Qasımın əlindən alıb uşağa verdi və yalnız bundan sonra oğlanlı qızlı hamısı balaca əllərini süfrəyə uzatdılar. Bu payız axşamının sərin sakitliyi içərisində marçıldayan dodaqların səsinə qulaq asa-asa, udqunan nazik boğazlara baxa-baxa Üfləmə Qasım quruyub qaldı. Elə bil bu yetimlərin başına gələn fəlakətin nə demək olduğunu yalnız indi anladı. Xudaya, bəs bunların axırı nə olacaq? Allah, bunlara sən necə qıydın? Uşaqlar tikələrini yeyib dayandılar və ac gözlər, qırpımı kövrək gözlər təzədən süfrəyə dikildi. Üfləmə Qasımın canına qızdırma doldu. Əyilib son beşiyi qucağına aldı. İsti, balaca dodaqları öpdü. "Ay qız, ceyran bala," deyə böyük qıza sarı döndü. "Hamısı sizindir, abala, yeyin." Bu dəfə uşaqlar lap yaxına gəldilər. Pətəkdə bir-birinə qarışan arılar kimi vızıltı qoparıb bu dəfə daha ehtiyatla, şübhə ilə yox, ürəklə əllərini uzadıb çörəkdən, pendirdən götürdülər və yenə dodaqlarını marçıldada-marçıldada yeməyə başladılar. Üfləmə Qasım daha burada dayana bilmədi. Qucağındakı uşağı yerə qoyub onlardan aralandı. Komanın arxa tərəfinə keçib səssiz ağladı. Çünki Üfləmə Qasım indi ağlaya bilməzdi. Sinəsindəki dağın ağrısını göz yaşına qatıb eşiyə axıtmaya bilməzdi. Vallah ürək daşdan deyil, ətdəndir. Geri qaydanda süfrəyə baxıb gülümsündü. Süfrədə nə vardısa son tikəsinə kimi yeyib süpürmüşdülər. Bez parça elə təmiz idi ki, elə bil çırpıb təzədən o tərəfin üstünə salmışdılar. Təlxək uşaqlara baxdı. İndi arabanın ətrafında dövrələmə durub susa-susa, hələ də gözlərindəki qorxunu gizlədə bilməyib, biraz inamsız, biraz da həyəcanla Üfləmə Qasıma baxan uşaqların sifətlərinə işıq gəlmişdi. Körpə son beşiyin isə yanaqları allanmışdı. Böyük qızı yox idi. Üfləmə Qasım arxasında otların xışıltısını eşidib geri dönəndə qızın əlində iri mis parç tutub
ağacların arasından çıxıb onlara tərəf gəldiyini gördü. "Burada yaxınlıqda bulaq var. Su gətirmişəm, əmi," deyib parçı Üfləmə Qasıma uzatdı. Üfləmə Qasım parça götürüb dodaqlarına yapışdıranda təmiz sudan gələn sərinliyi hiss edib başa düşdü ki, susuzluqdan ciyərləri yanırmış. Parçdakı suyu son damlasına kimi ləzzətlə boğazından içəri tökdü. Üfləmə Qasımın gözlərinə işıq gəldi və yalnız indi yadına düşdü ki, bu gün səhər alatorandan zirzəmidən çıxıb təhlükəli işini görüb ləzgidən aldığı qatırı arabaya qoşandan dilinə bir qurtum su dəyməmişdi. Parçı qıza qaytaranda elə bil ayıldı. "Oya, abala, bəs siz?" Qız gülümsünüb cavab verdi. "Biz içmişik, əmi." "Sənin əmi deyən dilinə qurban kəsim, acıyıram bala." Sonra Üfləmə Qasım əlini çuxasının yaxasından içəri saldı, qoltuğuna yaxın, çuxaya tikdiyi balaca məxmər kisəni bu gün birinci dəfə yoxladı. Qızıllar, gümüşlər yerində idi. Dünən gecə nəyi vardısa bu kisəyə yığıb atadan anadan yetim qalmış Üfləmə Qasım bir ayağı yox, iki ayağı da gorda olan qoca nənəsinin ağ gəlmiş gözlərindən öpüb evdən çıxmışdı. Fərasətinə eşq olsun, Aqasım. Uşaqlara baxa-baxa, onların üzünə gülümsəyə-gülümsəyə beynində qarşıda duran xərcləri hesabladı. Mənzil başına gedib çatana qədər yolüstü kəndlərdən 11 nəfərin azuqəsini götürmək üçün 10 cütdə çarıq almaq üçün bu pullar xirtdəyə qədər bəs edəcəkdi. O başını yuxarı qaldırdı. Alabula bozaran göyün ortasındakı dəyirmi aya baxdı. Ayın ətrafında, axşam qaranlığında bu yetimlərin gözləri kimi işıldaşan ulduzlara tamaşa elədi və ömründə bəlkə də birinci dəfə idi ki, sidq ürəklə Allaha şükür dedi. Bu vaxt son beşiyin ağlamasının səsini eşitdi. "Bacılı, bacılı, məni evə apar." Böyük qız balaca qardaşını qucağına alıb üzündən gözündən öpdü. O biri yetimlər bu kövrək səsi eşidib başlarını aşağı saldılar. Üfləmə Qasım ağlına gələn fikirdən sevindi, dedi: "Sizin o qara gözlərinizə qurban kəsim mən, abala. Heç darıxıb eləməyin. Görün indi sizin əminiz sizə nə göstərəcək." O qabağa gəldi. "Bax, indi hamınız gedin. Üzü komaya sarı dayanın." Uşaqlar tərpənib komaya sarı getdilər və bir-birinə yenə qorxa-qorxa baxıb Üfləmə Qasım dediyi kimi üzləri komaya dayandılar. Təlxək gülə-gülə, şadlana-şadlana arabaya yanaşdı. Otun ələfin içindən balağı, enli, zərli şalvarını çıxarıb ayaqlarına keçirdi. Sonra çuxasını soyunub, sinəsi baftalı qotazlı nimtənəsini geydi, başına da ucu zınqırovlu uzun şiş təskülahını qoydu. Qayıdıb talanın ortasında dayandı və əllərini bir-birinə vurub nazik səslə çığırdı. "Başımın ağaları, mən hazır." Bu nazik və gülməli səsə geri dönən uşaqlar ay işığının gümüş rəngində talanın ortasında dayanmış Üfləmə Qasımı bu qiyafətə görəndə heyrətlə çığırışdılar. 10 cüt göz heyrət qarışıq maraqla Üfləmə Qasıma zilləndi. O sözünə davam elədi. "Ağalar, bəylər, xan sarayının möhtərəm mehmanları, bugün xanın aşpazı düyünü çiy bişirdiyindən Üfləmə Qasım bu qarın ağrısına mübtəla olub ki, bütün günü qotur xoruz kimi banlayır." Təlxək əllərini qoşaldıyıb ağzına tutdu və eynən xoruz kimi banladı. "Quqquluqu!" Uşaqlar deyib danışa-danışa, gülüşə-gülüşə yaxına gəldilər və Üfləmə Qasım başladı. Əvvəl hoppandı, əlləri üstə durub ayaqlarını yana aralayıb havada oynatdı, sonra yenə xoruz kimi banlaya-banlaya mayallıq açdı. Otun üstündə özünü sürüşdürdü, ayaqlarını qayçı kimi açıb oturdu. Daha sonra yenə quş təki qanad açdı, yenə mayallıq açdı, özünü yıxıb başından tutub "Uf, uf, öldüm, yandım" dedi və daha nələr eləmədi. Bu ay işığından saralmış payız otlarının üstündə 10 yetim dünyanın ən şirin və ən gülməli nağılına tamaşa edə-edə quzu sürüsü kimi baş-başa verib irəli gəldilər. İndi bardaş qurub oturmuş, başını var gücü ilə silkəliyə-silkəliyə şiş təskülahının zınqırovunu səsləndirən Üfləmə Qasıma yanaşdılar.
ona qoşulub gülməkdən uğunub getdilər. Son beşik isə lap yaxına gəlib Üfləmə Qasımın ayaqları üstə oturdu və başını onun sinəsinə qoydu. Uşağın isti nəfəsi Təlxəyin sifətində gəzdi. Təlxək onu bərk-bərk qucaqlayıb ot yeyə verən qıvrım saçlarından öpdü. Sonra dedi: "Sizin o yalın ayaqlarınıza qurban kəsim, oya, abala. Deməli gecəni burada gecələyəcəyik. Səhər gün çıxanda inşallah arabaya doluşub yola düşərik. Düzmü deyir əmi?" Heç kəs hara deyib soruşmadı. Yetimlər gülüşüb əl çaldılar. Son beşik isə Üfləmə Qasımın yüngülcə tər qoxuyan qucağında yuxuya getdi. Meşədən bayquşların səsi kəsik-kəsik eşidilməyə başlayanda ay ulduzlar işığını artırıb qatı qaranlığı ağacların altına, görünməz cığırlara qovduğu vədə odunçu Bəhlulun meşədə gecələməkdən ötürü qurduğu balaca komadan böyük qız yamaqlı bir kilim çıxardı. Bu kilim kimi yamaqlı, solub bozarmış enli yorğan çıxardı. Uşaqlar ətrafa səpələnib ot yığdılar. Kilimin üstündə yataq yeri hazırladılar. Üfləmə Qasım ortada uzandı. 5 oğlan uşağı sağ tərəfində, 5 qız uşağı da sol tərəfində. Dərin və rahat yuxuya getdi. Təlxəyin bədənində yorğunluqdan qaya ağırlığı vardı. Üfləmə Qasım da, uşaqlar da yuxuya getməmişdən qabaq başları üzərindəki səmada parıldaşa-parıldaşa yanıb, böyüyüb, hərəsi bir alma boyda olan ulduzlara baxdılar. Üfləmə Qasım yenə şükür dedi. Uşaqlar gözlərini yumub yatışan kimi ay işığının tilsiminə düşüb yuxuda sehirli zınqrov səsləri eşitdilər. 10 yetimin sifətinə ayın, ulduzların işığından toxunmuş gülümsər bir təbəssüm qondu. Üfləmə Qasım isə uşaqların yuxuda gördüyü zınqrovun səsini eşitmədi, çünki çox yorğundu. Zınqrov səslərindən xəbəri olmadığı kimi, ömürlük tərk etdiyi, indi uzaqlarda qalmış məmləkətin sonuncu qiyamət günündən də xəbəri olmadı. Bir günün gündüz çağında dünyanın ən səvab işini görən Təlxək, şairin əlyazmalarını xilas edib ürəyi səksəkəli yola düşən Təlxək, zillət kimi ağır olan bu günün qürub çağında Tanrının hökmünü yerinə yetirib 5 oğul və 5 də qız atası olmuşdu. İndi gərək Təlxək ölüm yuxusuna gedib canından yorğunluğu tamam çıxardaydı və səhər yuxudan gümrah oyanaydı. Çünki hələ mənzil başına çox qalırdı və o daha bu başı bəlalı dünyada tək deyildi. Edamdan sonra şairin bədəni başından ayrılandan sonra qırmızı libaslı cəllad ağır baltanı ehmalca ayaqları altına endirəndə hökmdarın sərbazları yenə at kişnərtisinə bənzər bir səslə hayqırdılar. Edama toplaşmış cəmaatdan isə səs çıxmadı. Nə qoca dindi, nə cavan, nə qız, nə gəlin. Qolu təpərli igidlərdən sağ qalmışları isə qorxaq olduqlarına görə cəllad qışqırıb "Ya Allah" deyib baltanı yuxarı qaldıranda izdihamdan aralanıb geri çəkildilər. Hökmdar ayağa qalxdı. "Vəzir", dedi. Şair ağzını açıb kəlmə-i şəhadətini də demədi. Qorxusundan yəqin dilini udubmuş, kafir oğlu kafir, deyib vəzir 2 qat oldu və gülə-gülə saqqalını tumarladı. Hökmdarın nəsə yadına düşdü, qaşları çatıldı və sifətinin qırışları bir-birinə qarışdı. "Qoca", deyə yenə vəzirinə müraciət etdi. "Gördün?" "Nəyi, qiblə-i aləm?" Vəzirin qorxudan gözləri bərələ qaldı. "Cəmaatı deyirəm, qoca. Gördün? Bir kimsə cınqırını çıxarmadı. Gördün?" Hökmdar güldü, sonra səsini ucaldıb üzünü sərkərdə sərbazlara tutdu. "Mənim igid balalarım, bilin və agah olun. Nə qədər ki, bəşər övladının qarnında qorxu ağrısı var, ürəyində şöhrət azarı, bir gündə 100 şair başı kəsilsə də heç kəs və heç bir zaman hökmdarın üzünə ağ ola bilməz. Eşq olsun, eşq olsun, eşq olsun." Yerbəyerdən eşidilən bu alqış sədaları hökmdarın uzaqlarda gördüyü tüstü qatarı kimi göyə ucalıb, topa ağ buludlara qarışdı. Bayaqdan yol gəlib yorulduqlarından bir yerdə sallanıb durmuş buludlar bu sədaların qopardığı küləkdən hərəkətə gəlib, üzü qarlı dağlara, sal buzlaqlara sarı axışdılar.
Amma yenə vəzir deyən olmadı. Şeytan buyruq buladı və şair istəyən oldu. Bu böyük bayramın sonu qanqaralığı ilə bitdi. Edamdan sonra şairin başını qızıl teştə qoyub gətirib saray şairlərinin ayaqları altına qoyandan sonra hökmdar bütün əyanlarını, sərkərdələrini başına yığıb çiçək kimi alabəzək bayram libasları geymiş bu adamların arasında döyüş paltarında olduqları üçün qara iri arıları xatırladan keşikçilərin əhatəsində məxmər çəkmələrini xəzan yarpaqlarının üstünə basa-basa yavaş-yavaş saraya qayıtdı. Aşpazların hazırladığı ləziz bayram xörəklərinin iyini uzaqdan hiss edib üz-gözünü turşutdu. Hökmdarın neçə gün idi ki, qızdırmadan sonra hələ iştahı qaydasına düşməmişdi və bişmiş iyi burnuna dəyəndə ürəyi bulanırdı. Elçilər otağında təşkil edilmiş böyük ziyafətdə hökmdar özü içməsə də ənənəyə görə könlü istəyənə şərab içməyə rüsxət verdi. Zəbt olunmuş məmləkətdə yaşayan, deyilənə görə yaxşı şərab hazırlamaqda şöhrəti uzaq-uzaq diyarlara yayılmış bir gavurun anbarlarından gətirilmiş qan kimi qırmızı, bəhməz kimi qatı şərab badələrə doldu, cəmaata paylandı və hər biri hökmdarın ona ikrahla göz qoyduğunu hiss etdiyindən peysərinin dalı soyusa da ləzzətlə şərabı başına çəkib sonra yeməyə girişdi. Hamı salavat çevirib bu məmləkətin ən ləziz təamı sayılan qırqovullu və qazmaqlı plovdan başladı. Əllər iri buludlardakı yeməyə sarı uzandı. Barmaqlar yağa batdı və birazdan bığ saqqallar da yağa bulaşıb işıldadı. Hökmdar taxta oturub hələ ağzına bir tikə də almamışdı. Buna görə Xacə Ənvər ona həm təlaşla, həm də məzəmmətlə baxırdı. Hökmdar ikinci dəfə əlini yuxarı qaldıranda Saqi yanaşıb şərab içənlərin hamısının badələrini təzədən doldurdu. Qoy içsinlər, qoy bugünkü bayramdan razı qalsınlar. Cəhənnəmin odunda mən yox, onlar yanacaq. Camaat plov buludlarını, qırqovul, kəklik boşqablarını boşaldıb payızın dadlı meyvələrinə keçəndə nə vəzir vəkilin, nə də əyan sərkərdənin belə bayram büsatlarında indiyə kimi görmədikləri bir hadisə baş verdi. Hökmdar üçüncü dəfə əlini yuxarı qaldırdı. Şərab içməyə üçüncü rüsxətini verdi və yenə Saqi qız kimi nərmə-nazik olan bir cavan yumuşaq yerini yırğalada-yırğalada nazlana-nazlana saray əhlinə yanaşıb yenə badələrə şərab süzdü. Birazdan hökmdar yeyib ağırlaşmış, sifətləri gavur şərabının qırmızılığından pörtüb allaşmış, gözləri xumarlanan əyanlara baxıb və onların dinməz söyləməz oturub tərpənmədiklərini gördü. Aralarında 3-4-ü qoyun kimi gövşəyirdi. Hökmdarın yenə ürəyi bulandı və başa düşdü ki, daha məclisə yekun vurmaq lazımdır. Biraz da eşikdə hava alıb, yataq otaqlarında çıraqları keçirib rahat yuxuya çəkilməyin vədəsi çatmışdı. Hökmdar ayağa qalxdı. Bu gözəl bayram büsatının sonunda şeytan quyruğunu buladı. Cəhənnəmə vasil olmuş şairin nəs niyyətinə əməl edib, xoşagəlməz bir xəbəri saray bağında sakit və ulduzlu payız axşamının sərinliyində gəzişən hökmdara çatdırmaqla vəzirin yeyib içdiyi burnundan tökdü. Üstəlik də indi sarayın lap ucunda yerləşən xəlvət yataq otağında bağlı qapı arxasında xacələrdən biri ilə qalmış isti suda müşk əmbərlə çimizdirilib ətir qoxuyan, ağ yorğan döşəkdə bişmiş çolpa kimi buxarlanan 15 yaşlı bir qız da yəqin ki, əlindən çıxacaqdı. Belə qanqaralıqlardan sonra vəzir həmişə kişilikdən düşürdü. Qoca vəzirin qəzəbdən ürəyi içi içalatı əsim-əsim əsdi. Nə? Deyə hökmdar soruşdu. Əyanlardan birinin ona gətirdiyi xəbəri yaxşı eşitməmişdi. Kök əyan ikinci dəfə əllərini sinəsində çarpazlayıb aşağı əyildi. Münəccim özünə qəsd eləyib, asıb özünü adil hökmdar.
Hökmdar bu gün neçənci dəfə idi ki, ürək bulanması hiss edib ağır-ağır döndü və ondan biraz kənarda dayanmış uzun ağsaqqalı axşamın ay işığında qorxudan əski kimi sallanmış vəzirinə baxdı və vəzir yenə özünü saxlaya bilmədi. Küçük səsi çıxardıb zingildədi. Səbəbi? Hələ də əyilib iki qat dayanmış əyan belini düzəldib hökmdarın üzünə baxmağa cürət etmədi. Adil hökmdar, mən bilmirəm. Mənə yazığın gəlsin. Hökmdar əlini vəzirə uzadıb barmağını qatlayıb açdı. Vəzirə elə gəldi ki, havada yarasa oynadı. Xacə Ənvər onun yerində quruyub qaldığını görüb, əsəbi-əsəbi kürəyindən vurub qabağa itələdi. Qoca, səbəbi? Vəzir hökmdarın qabağında diz üstə çöküb bərk-bərk ayaqlarını qucaqladı. And olsun bu gecənin sahibi o tək Allaha, and olsun peyğəmbərin cəddinə. Mənim heç nədən xəbərim yoxdur, deyib yazıq-yazıq ağladı. Amma mən bilirəm. Hökmdarın səsi elə çıxdı ki, Xacə Ənvər yerində yırğalandı. Ayaqlarındakı ağrıları təzədən başladı. Elə bil iki dabanının ikisinə də yanar biz soxdular. Mən bilirəm. Hökmdar ilə vəziri kənara tulladı və vəzir yenə eynən qəfil təpik yemiş küçük kimi zingildədi. Mən bilirəm o kaftarın niyyətini, deyə hökmdar davam elədi. Axır ki istədiyini elədi. İlan toxumundan əmələ gəlmiş qoca koramal mənim ovqatıma soğan doğradı. Hökmdarın bayramına zəhər qatdı. Onun zəhəri cəhənnəmdə gözlərinə tökülsün. Sonra sustu. Hamı iki qat olub qalmışdı. Hökmdara ilk anlar elə gəldi ki, bütün əyanları, sərkərdələri, ətrafında kim vardısa, hamını gözə görünməz bir qılıncla yarı bölüblər. Hökmdarın ürək bulanması bu dəfə qalxıb lap hülqumunda dayandı. Özünü o qədər pis hiss elədi ki, istədi Xacə Ənvəri yanına çağırsın. Yanar dağ püskürtüsü kimi birdən başlayıb qəzəbin istisi başına vurdu. 3-4 gün bundan qabaq keçirdiyi qızdırmalı gecələri xatırladı. Ovqatı tərx edən bəzi xırdapara əhvalatları da yadına saldı və hökmdar bir neçə anın içərisində zəifləyib elə hala düşdü ki, vəzir vəkilin, əyan sərkərdənin gözləri qarşısında az qala yıxılacaqdı. Xacə Ənvər uzaqdan nəsə hiss elədi. Hökmdardan rüsxət gözləməyib, gəlib onun yanında dayandı. Elə bu vaxt hökmdar Xacə Ənvər, vəzir, vəkil, saray bağına axşam gəzintisinə çıxmış əyanlar, sərkərdələr hardansa bir qadın səsi eşitdilər. Kimsə ağı deyirdi. Yanıqlı-yanıqlı kimisə oxşuyurdu. Bu nədir belə? Sərkərdələrdən biri yerindən götürülüb tez də qayıtdı. Adil hökmdar bir qoca arvaddır. Şairin cəsədi üstündə ağı deyir. Hökmdar inildədi. Kəsin onun səsini, deyib əllərini arxasında cütlədi və birbaş sarayın iri qapısına sarı yollandı. Xacə Ənvər də onun dalınca getdi. Sərkərdə enli kürək, çatma qaş, əzələləri poladdan tökülmüş 30-35 yaşlı bir kişi təzədən saray bağından çıxdı, saray meydançasını keçdi, axşamki meydan yerinin arxa tərəfindəki təpəliklərə yanaşdı. Ay bura elə işıq salmışdı ki, baxan deyərdi gündüzdür. Büzüşüb, yumaq boyda olmuş qoca bir qarı başsız bədənin yanında dizləri üstə oturub bədənini yırğalaya-yırğalaya ağı deyirdi. Sərkərdə yanaşıb qarının üstünü kəstirdi. Ay arvad, çığırdı. Dur get xarabana. Qarı başını qaldırıb gözləri qabağında dayanmış qaraltını əməlli seçə bilmədi. Ay bala, dedi. Səsi gordan çıxdı. Mənlə işin olmasın. Qoy ürəyimi boşaldım, savabdır. Sərkərdə gülümsündü. Doqqasından sallanmış qamçısını götürüb var gücü ilə yox, elə belə arvadı ağırtmaq üçün arıq kürəyinə yüngülcə zərbə endirdi. Amma sərkərdənin xəbəri yox idi ki, bu arıq bədəndə daha hey deyilən şey qalmamışdı və bu yüngül qamçı zərbəsindən şairin bədəni üstündə dünyanın ən yanıqlı ağısını deyən qoca qarı, üfləmə Qasımın 2 ayağı gördə olan, gözlərinə ağ gəlmiş nənəsi böyrü üstə düşüb
canını Allaha tapşırdı. Amma gecdi. Nə cəllad baltası, nə də bu sərbazın son qamçı zərbəsi daha bundan sonra heç bir şey eləyə bilməyəcəkdi. Məmləkətin ən qoca ağbirçəyinin dediyi son ağı layla yayılıb, nazik, yanar ipə dönüb, uzanıb dağlar aşıb, ormanlar keçib, gəlib Baba Kahanın həndəvərindəki daşlardan birinə ilişdi və bu daşdan elə bir ah qopdu ki, Baba Kahanın oyumundan gələn səs dünyanı lərzəyə gətirdi. Sizin kökünüz kəsilsin, ay iki ayaqlı bəndələr. Dərd də azar kimi gələndə batmanla gəlir bacım. Baba Kahanın oyumundan gələn hənirti ağ dumana dönüb eşiyə axdı. Yuxarı qalxıb ulduzlara qarışdı. Sal buzluqların başında əriyib, nəhəng buz parçalarına dönüb hündürlükdən aşağı şığıdı. Ətrafdakı quru daşları, quru qayaları döyəcləməyə başladı. Qayalardan, daşlardan boğuq bir səs çıxdı. Ah çəkdilərmi, lənət dedilərmi, bilinmədi və həmin anda da hər qayanın, hər daşın yarığından, çatlağından hörük kimi burula-burula, buz nəfəsli hənirti qopara-qopara bal kimi qatı olan qara bir ağartı süzülməyə başladı. Hələ dünyada bir kimsənin, bir canlının gözü belə qara rəng görməmişdi. Milyon illərin aysız və ulduzsuz gecələrinin zülmətini canına hopdurmuş sal qayalar, sal daşlar dünyanın soyuq zülmətini təzədən dünyaya qaytarırdılar. Baba Kahanın oyumundan eşidilən hənirti kəsmirdi. Ağ duman topa-topa, kərvan-kərvan eşiyə axıb qübbəyə dirənmiş sal buzluqların başı üzərində əriyib buz parçalarına dönüb dolu kimi aşağı tökülürdü. Yalın daşları, qayaları döyəcləyə-döyəcləyə bu səsin əks sədasından ətrafda hər şey inildəyirdi. Daşları, qayaları tələsdirirdi. Zülmət gecələrin qatı qaranlığı indi hörük kimi burula-burula yox, enli şəlalələr kimi axırdı və axa-axa səmtindəki sal buzları zülmətinə qatıb aşağı başı bəlalı məmləkətə doğru gedirdi. Arxadan Baba Kahanın oyumundan əsən külək o qədər güclüdür ki, bu qara və soyuq axarın sürətinə işıq da çatmazdı. Kökünüz kəsilsin sizin, iki ayaqlı bəndələr. Eşikdəki uğultunu eşidəndə şəbəkələrdəki şüşələr arxa tərəfdən büzüşüb, qırmızısını, yaşılını, sarısını itirib, qara rəng alanda sarayın elçilər otağına qəfildən elə bir soyuq doldu ki, hökmdar taxtından sıçramaq istədi, sıçraya bilmədi. Əyilib yenə ayaqları altda oturmuş Xacə Ənvərin əllərindən yapışdı. Bu nədir, Ənvər? Elə çığırdı, səsi elə bir kökündən qopdu. Amma eşikdəki uğultudan, vıyıltı salıb saray divarlarının özülünü tərpədən küləyin səsindən Xacə Ənvər heç nə eşitmədi. Nə dedin, başımın ağası? Hökmdar da Xacə Ənvərin səsini eşitmədi. Xacə Ənvər ayağa qalxıb onu qucaqladı, başını sinəsinə sıxdı. Hökmdarın alnındakı soyuqluq Xacə Ənvərin kök qəfəsindən içərisinə doldu. Sonra hökmdar əlini divarlara sarı uzatdı və elə heyrətlə, elə ucadan çığırdı ki, eşikdəki müsibətin uğultusu içərisində bu dəfə Xacə Ənvər onun səsini eşitdi. Hökmdardan aralanıb, ayaqlarının ağrısını unudub, mina ilə qızıl, gümüş suyu ilə işlənmiş saray divarlarından birinə yanaşdı. Yanaşdıqca, hər addımını atdıqca heyrətdən, qorxudan gözləri bərəlib az qala hədəqəsindən çıxacaqdı. Xacə Ənvərin gözü qabağında divarların yaraşıqlı, parıltılı naxışları yox olurdu. Divarlara ağ bir rəng hopurdu. O, əlini uzadıb üzbəüzdəki divara qoydu. Divar buz bağlamışdı və Xacə Ənvər çığırıb hər şeyi başa düşdü. Eşikdəki uğultunun güclənib lap hiddətləndiyi məqamında nə hökmdarın, nə də özünün eşidə bilmədiyi bu sözləri dedi. Xudavənd-i aləm, əgər onun canını alacaqsansa, əvvəlcə mənimkini al. Sonra o, hökmdarının yanına qayıtdı. Bir söz demədi.
Əlindən tutub arxasınca çəkə-çəkə onu elçilər otağının dal qapısına sarı apardı. Bu ağır, dəmir qapını açıb hökmdarı harasa aşağı gedən uzun və ensiz pilləkənin başına gətirdi. Hökmdar yenə çığırırdı. Hara aparırsan məni gədə? Yuxarıda qala bilmərik, qadan ürəyimə, aşağı enək, saray zirzəmisinə. Amma yenə nə hökmdar, nə Xacə Ənvər bir-birini eşitməmişdi. Hökmdar vəfalı nökərinin sulu gözlərinə baxıb başa düşdü ki, onu bu müsibətdən ancaq Xacə Ənvər qurtara bilər. Neçə il əqdəm, buradan uzaqlarda, düşərgədə quruyub qaxac olmuş və gözlərində hərəsi bir alma boyda ulduzlar yanan at və insan cəsədləri hələ hökmdarın yadından çıxmamışdı. O razı olub başını tərpətdi. Xacə Ənvər qabağa düşdü, uzun pilləkənləri enib, lap aşağıda dəmir qapını görəndə hökmdar Xacə Ənvərin onu saray zirzəmisinə gətirdiyini başa düşdü. Və ömründə birinci dəfə hökmdar Xacə Ənvərin yanında dəhşətli qorxusunu gizlədə bilmədi. Ona yalvardı. Ənvər, məni zirzəmiyə salma. Yuxarıda elə bil nəsə partladı. Daş daşa dəydi, qaya qayaya toxundu. Uğultu, vıyıltı qulaqlarına dolub beyinlərini eşim-eşim eşitdi və hər ikisi eyni zamanda başa düşdü ki, bu səs küləyin həmləsinə davam etməyib, uçub yerlə yeksan olmuş saray divarlarının səsidir. Hökmdar daha heç nə demədi. Hökmdarın Xacə Ənvərin yanında ilk dəfə gözləri doldu. Xacə Ənvər onun əllərindən öpdü. Gedək, başına dönüm. Bu müsibət qurtarmayınca daldalanmağa özgə yerimiz yoxdur. Hökmdar başını aşağı salıb, Xacə Ənvərə tabe olub bütünlüklə ixtiyarını ona verdi. Xacə Ənvər zirzəminin ağır qapısını açdı və bu açılan qapının arxasındakı qaranlıqda hökmdar içəridə dayanmış, başı daz, qulaqları iri, gözləri quzğun gözləri təki kirpiksiz olan bir adam gördü. Və əlini qaldırıb bu adamın haçansa bir oğlan uşağının sifətinə yaxdığı qanı silmək istədi. Amma əlini qaldırmağa taqəti qalmamışdı. Ondan qabaq içəri keçib, çaxmaq daşını çəkə-çəkə zirzəmidəki çırağı axtaran Xacə Ənvəri gözlədi. Birazdan Xacə Ənvər qapının astanasında göründü, hökmdarın dümağ ağarmış sifətinə baxdı, daha ağlamaya bilmədi. İki əlindən yapışıb onu içəri çəkdi və dəmir qapının arxasınca bağladı. Eşikdəki uğultudan sonra bu səssizliyə girəndə hər ikisi elə bil dərin quyuya düşdülər. Hökmdar küncdə dayanmış mis qabdan da yanan çırağı görüb biraz rahat oldu, amma buz bağlamış divarlara baxıb Ənvərə sıxıldı. Qorxudanmı, soyuqdanmı, əsas-əsə soruşdu. Bu nə müsibətdir, Ənvər? Şeytan əməlidir, heç bir şey. Xacə Ənvərin səsi elə bil boğazından çıxmırdı. Dilinin ucundan nazik ip kimi sallanıb durmuşdu. O zəhrimar küləkdir. Həmin o zəhrimar külək. Keçib ötəcək. Qorxma, qorxma. Mənə soyuqdur, qardaş. Hökmdar əllərini qatlayıb qarnına sıxmışdı. Bədəni, başı əsim-əsim əsirdi. Xacə Ənvər hökmdarın sifətinə, gözlərinə baxıb ürəyində Allah, sən onu cənnətlik elə, dedi. Çünki daha hökmdarın sifətindən zəhrimar yağmırdı. Gözlərində əqrəb kini yox idi. Bu gözlər 5 yaşlı oğlan uşağının gözləri kimi dupduru idi. Mənə soyuqdur, qardaş. Hökmdar xəzan yarpağı kimi titrəyə, xışıldaya ağlayırdı. Bu saat başına dönüm, bu dəqiqə, deyib Xacə Ənvər hökmdarın qoluna girdi. Onu zirzəminin çıraq yanan küncündə durmuş alçaq taxta sarı apardı. Sən uzan, uzan. O hökmdarı döşəksiz, yastıqsız taxta uzatdı. Əbasının üstündən bağladığı enli parçanı açıb yumruladı, yastıq əvəzi eləyib hökmdarın başı altına qoydu. Sonra Xacə Ənvər əbasını da çıxardı. Onun üstünə saldı. Özü də onun yanında uzanıb böyrünə qısıldı. Allaha yalvarıb, Peyğəmbərə yalvarıb, bədəninin bütün hərarətini hökmdarın bədəninə keçirdi. Amma xeyri olmadı. Hökmdar yenə dedi.
Bu nə soyuqdur ilahi. Yat, yat, yat. Xacə Ənvərin nəfəsi içərisində donurdu. Ayaqlarımı tərpədə bilmirəm. Bir pud ağırlığı var ayaqlarımda, Xudaya. Xacə Ənvər də ayaqlarını tərpədə bilmirdi. Buna görə min bir əzabla başını azca qaldırdı. İkisi də dizdən yuxarı buz bağlamışdı. Başları üzərində mis qabdanda yanan zəif çırağın işığında divarlardakı buz qatı da, dizdən yuxarı iki bədəni örtmüş sal buz da qırmızımtıl rəngə çalırdı və bu qırmızımtıl buz bədən boyu su kimi yuxarı axıb hülqumlarına çatanda hökmdar daha heç bir şey görmədi. Dedim. Ölümün xeyir, Ənvər. Xacə Ənvərin gözləri açıq qalmışdı. Ölümə qənşər hökmdar. Lap axırda zirzəmidə buza dönmüş mis qabdanda şölələnən çırağın alovu söndü. Qırmızı buz parçası kökündən qırılıb sal buzun üstünə düşdü və çilik-çilik oldu. Eşikdə isə sakitlik içərisində uyuyan, qalın buz layının altında qalmış bir məmləkət vardı. Günəşin sarı rəngə boyadığı bu nəhəng buzlaqlar diyarının hansı bir nöqtəsindənsə, ölüm donumunun sakitliyində qızıl teştin içindən açıq qalmış bir cüt şair gözü başı bəlalı dünyanın tamaşasına durmuşdu. Gündüz yuxusu doğrudan da həm şirin olur, həm də rahat. Axır vaxtlar gör haçandır belə rahat və bərk yatdığı yadına gəlmirdi. Mark Georgiyeviçin ölənlərinə min rəhmət. Kişi dediyini elədi. Çox qısa müddət ərzində o boyda qızdırmadan xəstəni qurtarıb qoydu ayaq üstə. Xəstə gözlərini açıb başı üzərindəki tavana baxdı. Yaxşıca ciyər dolusu əsnədi və özünü sözün əsl mənasında xoşbəxt hiss elədi. İnsan gərək həmişə ümidin ətəyindən yapışsın, həmişə sabahı, gələcəyi düşünsün. Dünənlə, keçmişlə yaşamaq adama baha oturur. Çünki insanın ancaq bugünü və gələcəyi var. İnsanın keçmişi yoxdur. Vaxt durmadan, nəfəsini dərmədən yalnız qabağa axır. İnsan isə özünü həmişə hansı şəraitdə olursa olsun, sağlıqda da, xəstəlikdə də ancaq zamanın bir səmtli axarına tabe etməlidir. Xəstə gülümsündü. Dadlı çoban bozartmasından sonra yatıb durub bu cür müdrikanə fikirləşməyin özü də pis şey deyil. Yaxşı deyiblər ki, sağlam bədəndə sağlam da ruh olar. Xəstə qalxdı, ayaqlarını çarpayıdan sallayıb, çəkələklərini tapdı, sonra stolun üstündən xalatını götürüb geydi və saatına baxdı. Düz 2 saat yarım yatmışdı. Nə əcəb zəminədən onu ayıltmayıb. Durub pəncərəyə yanaşdı. Pərdələri aralayıb eşiyə, həyətə baxdı. Hava tutulmuşdu. Deyən yağış yağacaqdı. Bundan başqa həyətin səliqəsizliyini, damı uçmuş zibilxananın içindəki zibil yeşiklərinin quyu kimi qara ağızlarını, budaqlarında bir dənə də yaşılı qalmamış tut ağacının iri-iri sarı, qırmızı yarpaqlarını yüngülcə tərləmiş pəncərə şüşələrindən görüb düşündü ki, indi üstəlik payız yox. Yaz olsaydı, onda olardı lap əla. Kim nə deyir desin, amma payız kimi axmaq fəsil yoxdur. Payız ilin ən oyanlıq, nə də buyanlıq olan fəslidir. Payız elə əslində zökəm kimi bir şeydir. Adamı keyləşdirir. Vay belə havada yolu çölə, meşəyə düşənlərin halına. Arxadakı qapı cırıldadı. Zəminənin səsi gəldi. Hə, durmusan? Görək indi gecə sənin əvəzinə kim yatacaq? Zəminə içəri keçib yuxulu-yuxulu pəncərə qabağında dayanmış ərinin şişmiş, amma durulub saflaşmış sifətinə baxdı. Çarpayının üstünü səliqəyə saldı və dedi. Zəng eləmişdilər. Səni sabah günorta Muxtar Kərmlinin yanına çağırırlar. Deyəsən iclas var. Xəstə zəng eləmişdiləri eşidəndə yadına düşdü ki, yuxuda qəribə bir zınqrov səsinə uzun-uzadı qulaq asmışdı, amma nə illah etdisə, yuxunu yadına sala bilmədi.
Deməli, dəxli yoxmuş. Adam elə gündüzlər də yuxu görür, amma bu gündüz yuxuları görünür çox şirin olur. Çünki xəstə əmin idi ki, indi bədənində hiss etdiyi yüngüllük, qıvraqlıq, ümdəsi də can rahatlığı, bayaq yuxuda eşitdiyi zınqrovun səsindəndir. Xəstə soruşdu: "Yəni gedim?" "Mütləq", dedi zəminə. Get adam arasında görün. Dost var, düşmən var. Görsən ki, maraqsızdır iclas, qayıdarsan evə. Zəminə ərinin sifətinə baxdı. Saqqalını da qırxarsan səhər, ağ köynəyini də ütüləmişəm. Təzə kostyumunu da geyərsən. Xəstə dinmədi. Kirli Kirin Sədə Əfəndiyə dediyi sözləri xatırladı. Bir də səni Salahovun ya da Kərimlinin yanına çağırsalar, çalış aradan çıx. Güldü və gərnəşib bədənini xırçıldatdı. Səhərisi 11 radələrində evdən çıxıb ayağını küçəyə basanda yaxasındakı yun şərfini düzəltdi. Plaşını yuxarıdan aşağı düymələdi. Kepkasını da gözlərinin üstünə bastı. Fikirləşdi ki, kaş qonşuya filana rast gəlməyəydi. Çünki rast gəlsəydi məcbur olub dayanıb xəstəliyi barədə uzun-uzadı məlumat verməli olacaqdı. Özü də çənəsi yorulana qədər. Yəqin yalnız onun yox, elə dünyanın bütün qonşuları bu cəhətdən bir-birlərinin eynidirlər. Adamı sappasaq görəndə elə bil tramvay, trolleybus görürlər, salamlaşıb müxtəsərcə hal əhval tuturlar. Amma elə ki uzun xəstəlikdən sonra onların əlinə keçdin, qalırsan çıxılmaz vəziyyətdə. Xəstəliyin nə idi? Hansı həkim baxırdı? Hansı dərmanları içirdin? Hakimlər indi nə deyirlər? Gərək hamıya cavab verəsən, sonra məsləhətlərə qulaq asasan və üstəlik hamının sağalmaq münasibəti ilə Atəşin təbriklərini qəbul edib, hər birinə öz Atəşin təşəkkürünü bildirəsən. Yəni, heç kəsi qınamalı deyil. Hərdən xəstəyə elə gəlirdi ki, yalnız onun yaşadığı binada yox, bu böyük şəhərin bütün saysız-hesabsız binalarında hamının söhbəti eyni olur. Kim nə aldı, kim qızını kimin oğluna verdi, kimə nə cəhiz gətirdilər. Flankəsovun dalından dəyib yerinə Flankəsovu qoydular. İşdən çıxarılan və işə qoyulan Flankəsovlar bir idimi, iki idimi və nəhayət kim nədən öldü və nədən xəstələndi. Vəssalam. Elə bil bu söhbətlərdən savayı bu şəhərdə gözə dəyimli bir mövzu yoxdur. Xəstənin fikrincə, bu fikir onun ağlına indi gəldi, yavaş-yavaş yeşikdə əzgil yığını kimi bir-birinə bənzəyən şəhər adamlarına baxa-baxa aşağı enib, sevinə-sevinə Kommunist küçəsinə yönəldiyi müddətdə, əgər bu adamların hər biri küçəyə çıxanda, evə qayıdanda, başını qaldırıb göyə baxsaydı, günəşi, ayı, ulduzları görsəydi, belə söhbətlərin çoxu bəlkə də aradan götürülərdi. Belə getsə, 100 ildən, 200 ildən sonra bioloji mutasiya baş verə bilər. Boyun əzələləri başları yuxarı qaldırmaq qabiliyyətini itirə bilər. Başını qaldır, göyə bax, dünya gözlərində gözəlləşsin. Eşq olsun bu kəlama. Əbülqasıma demək lazımdır ki, bunu da kitabına salsın, bir də o zınqrov səsini də salsın. İlahi, o nə səsidir elə? Kaş adam həmişə elə səsli yuxular görəydi. Həmişə elə yuxular görən, elə zınqrov səsləri eşidən adam 100 il yaşayar. Uf deməz. Daha doğrusu, kaş yuxular ölülərsiz, ölülərlə bağlı hadisələrsiz olaydı. Həmişə yuxuda o cür səslər eşidəydin. Və bir də payızın bu sərin günündə kaş ağacların sarı-sarı yarpaqları olmayaydı. Xəstə yolun üstündəki qəzet kiosklarından birinin qabağında ayaq saxladı. Dövrələmə şüşələrə yapışdırılmış rəngbərəng jurnallara baxdı. Bu jurnalların üz qabığındakı gülümsər çöhrələrə tamaşa etdi və Sədə Əfəndinin şəkillərindən biri gözləri qabağına gəldi. Buxara papaq, əynində kürk, sol əlinin atsız barmağında da brilyant üzük. Xəstənin ürəyi sıxıldı. Tez əlini plaşının cibinə saldı. Yox, sağ olsun zəminə. Nitrogliserin oradaydı. Jurnalların üz qabığından baxan müxtəlif kişi və qadın sifətlərinin heç birində sarılıq yox idi. Amma Sədi Əfəndinin albomdakı şəkillərinin hamısı xəzan yarpağı kimi sapsarı saralmışdı. Ay gidi dünya, hey!
Xəstə yerindən tərpənib təzədən yola düzəldi və gedə-gedə fikirləşdi ki, gör bir neçə illərdir Muxtar Kərimli iclaslar çağırır. Çoxlarının sümükləri bu illər ərzində qara torpaq altında çürüyüb, amma o, maşallah, elə iclas eləyir ha. Amma bu fikir xəstənin ağlına gəlsə də xoşuna gəlmədi, çünki bu fikirdə qəddarlıq vardı. Allah verən ömrü Allah da almalıdır. Xəstəyə elə gəlirdi ki, o özü Sədə Əfəndinin 3 dəftərlik gündəliyini oxuyandan sonra qəddarlaşmamışdı. Sadəcə gözləri açılmışdı. Çoxdan ürəyində gəzdirdiyi şübhəli sualların cavabını tapıb, 1-2 gün ərzində həyata, bəzi hadisələrə baxışında bir qədər müdrik və ayıq olmuşdu. İndi cırtqozluq eləmək vaxtı deyil. Başını aşağı salıb hər bir parça çörəyini yeyir. Sən də ağlını başına yığ, canının qeydinə qal. Bergman onlardan gedəndə dəhlizdə bu sözləri demişdi. Əlbəttə, bu kəlam Əbülqasımın kitabına düşə biləcək müdrik kəlamlardan sayıla bilməzdi, amma hər halda bu sözlərdə həqiqət vardı. Bu dünyanın və bu davranışın sadə həqiqəti. İclasdan sonra qanıqara, daha yoldan ötənlərə baxmadan, heç nəyə fikir vermədən həm özünü söyürdü, həm də Səlimə xanımı. Nahaq Səlimə xanım gündəliyi ona vermişdi. Gedə-gedə Səlimə xanımın ənlikli, kirşanlı sifətini gözlər qabağına gətirə-gətirə daha da əsəbləşirdi. Gülən ağlayan səs qulaqlarında səsləndikcə canına çoxdan unutduğu tanış bir üşütmə dolurdu. Canım, nə qəhrəmanlıq, nə ədalət, nə cücə plov. Ay hay. Mark Georgiyeviç də, Zəminə də peyğəmbərlik eləməzdilər. Sal başını aşağı, bir parça çörəyini ye. Allahına şükür elə. Sədi Əfəndi necə demişdi? Zırıltı bu boyda zırıltı. Doğrudan da atana lənət, ay Kərimli. Bu hava da bir yandan. Sənin sarı yarpaqların qurusun payız. İclas başlananda hamı yerbəyer olub, zaldakı hənirti kəsiləndən sonra Muxtar Kərimli katibənin gətirdiyi çaydan bir qurtum içib, bəzi xırdapara məsələlərdən danışanda xəstə diqqətlə ona baxırdı. Kərimlinin sifəti meyiz sifətinə bənzəyirdi. Yanaqlarındakı dəyirmi qırmızı ləkələr isə elə bil sonradan ənnik kirşanla çəkilmişdi. Kərimli gülə-gülə, zarafat eləyə-eləyə danışırdı. Biraz söz salıb eşikdəki payızdan danışdı və belə məlum oldu ki, payız Kərimlinin ən çox sevdiyi fəsildir. Dediyi sözlər eşitdiyi dəqiqədə xəstənin yadında qalmışdı. Payızda meyvələr çox olur. Mənim də yaşımın elə vaxtıdır ki, vitamin lazımdır. Zalda gülüşdülər. Sonra Kərimli ciddiləşib qarşıda keçiriləcək hansı bir elmi konfrans barədəsə danışdı. Qonaqları qarşılayacaq adamların siyahısını oxudu. Hərəyə konkret tapşırıq verdi. Zal sərin olduğuna görə arada bir neçə dəfə əllərini qoşalayıb, dodaqlarına yaxınlaşdırıb nəfəsi ilə isitdi və xəstə gördü ki, Kərimlinin əlləri əsir. Sonra kimsə, ağsaç, ağbığ bir kişi yerindən qalxıb Kərimlinin sualına cavab verdi. Deyəsən konfransdan sonra təşkil olunacaq banketin xərcləri barədə nəsə soruşmuşdu. Xəstə daha qulaq asmırdı. Bayaq bu zala girib Sədi Əfəndinin gündəliyində oxuduğu sözləri yadına salıb, onun belə iclaslar zamanı həmişə oturduğu yerə gözləri ilə axtarıb, təxmini də olsa tapandan sonra gəlib arxa sıralardan birində qıraqda əyləşmişdi. Altdan isti geyindiyinə görə tərləməsin deyə plaşını, şərfini çıxarıb dizləri üstünə qoymuşdu və başını qaldırıb Sədi Əfəndinin yazdığı zərli naxışlı tavana baxmışdı. İndi bu tavan zərli naxışlı və yaraşıqlı deyildi. Zərin naxışın və yaraşığın üstündən yağlı ağ boya çəkilmişdi. İndi bu zalın tavanı xəstəxana tavanları kimi boz və tutqun idi. Və nəhayət, Kərimli Sədi Əfəndinin yubileyi barədə danışmağa başlayanda xəstə diqqət kəsilib, hər şeyi unudub, ürək döyüntüsü ilə onu dinləmişdi. Tfu sənin hərçi pətərinə belə dünya. Evə qayıtdığı yolu yarı eləməmiş xəstənin birdən yadına düşdü ki, bayaq iclasda ziyafətlə əlaqədar Kərimlinin sualına cavab verən ağsaç, nurani sifət kişinin adı
Qədir Pünhan idi. O vaxtın gənc şairi Qədir Pünhan indi Kərimlinin yanında baş mühasib işləyirdi. Ağrısını alasan şeytana papuş tikən belə dünyanın. Xəstənin qulaqlarına musiqi səsi dəydi. Yana dönüb gördü ki, musiqi səsləri ensiz taxta qapısı üstündə neon lampalarının işığı ilə disko bar yazılmış, zirzəmidə yerləşən qırmızı, yaşıl, sarı şüşələrdən yaraşıqlı şəbəkəli pəncərələri yoldan ötənlərin dizləri hündürlüyündə olan bir yeməkxanadan gəlir. İndi 150 atmaq heç pis olmazdı. Xəstənin gözlərinə işıq doldu. Aşağı bara enməmişdən qabaq telefon budkasına girib evə zəng vurdu. Dəstəyi zəminə götürdü. Neynirsən? Hardan danışırsan? Biraz yubanacam. Sən nigaran qalma. Yaxşı. Nə oldu Muxtar Kərimli? Lap yaxşı oldu. Özünü soyuğa vermə. Yox, arxayın ol. Hələlik, hələlik. Barın içərisi eynilə keçmiş saray otaqlarına bənzəyirdi. Qədimsayaq mis şamdanlarda uzunsov lampa yanırdı. Divarlar zərli butalı idi. Enli və hündür daş tağlar boyu soldan sağdan döymə mis qalxanlar asılmışdı. Küncdəki hücrələrin bəzilərində isə alçaq taxtların üstünə məxbər mütəkkələr və yastıqlar qoyulmuşdu. İçəri girəndə xəstəyə elə gəldi ki, kinostudiyanın pavilyonlarından birinə düşüb. 2 nəfərlik, 4 nəfərlik stolların üstündə nişastalı ağ süfrələr vardı. Rəngbərəng irili xırdalı qədəhlər par-par parıldayırdı. Giriş qapısı ilə üzbəüz zalın o başında 2 iri dinamik qoyulmuşdu. Onlardan axar suyun səsinə bənzər şırıltı ilə süzülən bir melodiyanın ritminə uyğun yuxarıdakı sarı, qırmızı, yaşıl projektorlar narahat ürək döyüntüsü kimi yanıb sönürdü. Bu yerin bir rəqqasələri çatmırdı və yəqin ki, axşamlar gün batandan sonra bu rəqqasələr də gəlir. Xəstə plaşını, kepkasını çıxarıb qarderobçu Qozbel kişiyə verəndə gördü ki, zəminənin ona 3-4 il bundan qabaq Moskvada Beryoskadan aldığı şərf yoxdur və yəqin şərfi orada Muxtar Kərimlinin yanında qoyub gəlmişdi. Onu gülmək tutdu. Qozbel qarderobçunun təəccüblə baxdığını görüb özünü saxladı. Heyf sənə, ay tirməkəşnəm. Amma saray kimi bəlli bəzəkli olan bu qəribə barın havası xəstəni açmadı. Boş stollardan birinin arxasında üzü yanıb sönən projektorlara sarı oturub ofisiantı gözləyə-gözləyə hiss elədi ki, buranın havasında düzdür, çox soyuq olmasa da nəsə xoşa gəlməz bir şey var. Yəqin dünyanın bütün zirzəmiləri belədir. Nə qədər qızdırsalar da, nə qədər işıqlandırıb parıldatsalar da, bu havada məhz zirzəmi ovqatı duyulur, adamın ürəyi sıxılır. Hətta bir an xəstəyə elə gəldi ki, zirzəminin altında nəhəng bir boşluq var və hiss elədiyi bu duyumsuz soyuq o boşluqdan, yer kürəsinin hansısa bir qaranlıq səltənətindən gəlir. Amma çox dərinə getmədi, çünki çox dərinə getsəydi, onsuz da qaralmış qanı lap qatılaşacaqdı. Zəminənin gözündən iraq. Buradan çıxıb evə qaydanda ağlabatan bir şey uydurub deməlidir ki, arvad ona inansın. Lap elə demək olar ki, iclasdan sonra Kərimli onu aparıb inturistdə qonaq elədi. İçib, kövrəlib, bağrına basıb öpdü, o da şərfini çıxarıb Kərimliyə bağışladı. Ay inandı ha. Xəstə zala göz gəzdirdi. Ondan başqa cəmi 3-4 adam vardı. İri stollardan birinin arxasında oturub ucadan danışa-danışa yeyib içirdilər. Ofisiant yanaşıb onun yanında duranda xəstə soruşdu: "Nəyiniz var?" Ofisiant məmləkətin ən ləziz xörəklərinin adını bircə-bircə çəkdi. Düşbərə, qutab, xəngəl, qazan kababı, tənək dolması, bozartma, balıq kababı, balıq lüləsi və ət lüləsi. Eşq olsun belə məmləkətə. Bəs kürü? Yox, kürümüz yoxdur.
Xəstə bura enməmişdən qabaq 150 qram içib özünə gəlmək fikrində idi. Amma divardan asılmış qalxanları, əyri qılıncları, xalılar üstündə qoyulmuş sənəkləri, bardaqları görüb özünü Koroğlu kimi qıratın belində hiss elədi. Ofisianta dedi ki, 250 araq gətir. Yanında da biraz ayın oyun, 2 dənə də balıq kababı qoy. Ofisiant başını tərpədib dönüb gedəndən sonra xəstə stola dirsəkləndi, gicgahlarını hövkələdi və başa düşdü ki, heç özündə deyil. Evdən çıxıb bu iclasa getdiyi yerdə kaş ayağı sınaydı. Elə bil cəmaət iclasa yox, hüzür yerinə gəlmişdi. Ofisiant ildırım sürəti ilə geri qayıtdı. İri patnosda o qədər şey gətirmişdi ki, 5 adamın yeməyini görərdi. Xəstə üstünü vurmadı. Ofisiant gətirdiyi yeməkləri stolun üstünə düzdü və balaca qrafindəki araqdan xəstənin qədəhinə süzdü. Xəstə bir turp götürdü, duza batırdı və arağı hortlatma atıb turpu dişləri arasına saldı. Bəh, bəh, bəh. Sonra biraz quru balıq, bir tikə pendir götürüb boşqabına qoydu, iştahla yeməyə başladı. Amma Muxtar Kərimli çıxışının axırında elə bir ağ yalan dedi ki, əgər o dünya varsa, təkcə elə bu yalanın üstündə o, gərək cəhənnəmin alovunda yanıb qovrulsun. Xəstə evdən götürdüyü 3 siqaretdən birini yandırdı. Tüstünü ciyərlərinə çəkdi. Və sonra elə bil başı üzərindən bu zalın eşik qapısına doğru axıb gedən siqaret tüstüsünə qoşulub, təzədən küçəyə çıxdı və Kərimlinin Sədə Əfəndi demişkən Bayquşi xarabazarına qayıtdı. Amma keçmişlərdə tavanı yaraşıqlı və zərli naxışlı olan bu qədim binanın iclas salonunda arağın birinci 100 qramını səhər evdə yediyi bir tikə çörəkdən sonra demək olar ki, ac qarnı içmiş xəstə Kərimlinin dediklərini də, sifətini də elə bil indi çəkdiyi siqaretin tüstüsü arxasından gördü və araqdan sonra yumşalıb hirsi biraz soyuduğuna görə əvvəl eşitdiyi sözləri də yaxşı xatırlaya bilmədi. Deyəsən, sözünün əvvəlində də, axırında da Kərimli dedi ki, bu yubileyi ən yüksək səviyyədə keçirmək hamının müqəddəs borcudur. Sonra Sədə Əfəndinin yubileyi ilə əlaqədar nəşriyyatlarda çıxacaq əsərlərin siyahısını oxudu və görüləsi başqa tədbirlər barədə zalda oturanlara məlumat verdi. Daha sonra isə Kərimli zalda oturanlara müraciət etdi. Bəlkə sualı olan var. Əli əsə-əsə armudu stəkandakı çaydan bir qurtum da içdi, xəstə əlini yuxarı qaldırdı. Yoldaşın sualı var deyəsən. Kərimli yerindən qalxdı. Zalda hənirti, pıçıltı eşidildi. Xəstəni yaxından tanıyanlar ona narazılıqla baxdılar. Xəstə dedi: Muxtar müəllim, belə bir söz gəzir ki, Sədə Əfəndinin çap olunmamış bir romanı var. Bəlkə bu barədə sizə bir şey məlumdur? Xəstəyə elə gəldi ki, çaya tilov atdı və yekə bir balıq tutacaq. Muxtar Kərimli gülümsündü. Qalstukunu düzəldə-düzəldə soruşdu. Sənin adın nədir? Amma Kərimli onun adını da, familiyasını da bilirdi. Xəstə adını və familiyasını dedi. Kərimli sağ əlini yuxarı qaldırdı. Hə, yadıma düşdü, dedi. O, monoqrafiyanın müəllifi sənsən, hə? Bəli. Kərimli yenə çayından içdi. Yenə qaystukunun düyümünü ora-bura tərpətdi və dedi. Yox, əzizim, mənə bu roman barədə bir şey məlum deyil. Sonra elə bil nəsə yadına saldı, güldü. Muxtar Kərimlinin gülüşünü bir dəfə eşidən ömründə yadından çıxarmazdı. Elə bil fındığı gülüş ifadəsini haçansa kimsə bu gülüşü eşidəndən sonra yaratmışdı. Xəstə isə indi dəfələrlə şahidi olduğu gülüşü bir də eşidib özünü itirdi. Təşvişlə yan yörəsinə baxdı, ona elə gəldi ki, kimsə bəlkə elə o özü indicə ağzını açıb Kərimliyə bir söz deməlidir, amma dodaqlar aralanmadı. Çünki hamı bu gülüşün tilsiminə düşmüşdü. Sədə Əfəndinin gündəliyində oxuduğu bir cümləni xatırladı. Bu dəfə 1000 xoruz bir yerə yığışıb birdən banladı. Kərimli davam elədi. Yazıq, qəbri nurla dolsun.
İndiyə kimi gözlərimin qabağındadır. Çox səliqəli geyimi vardı rəhmətliyin. Başına buxara papaq qoyardı. Səhv eləmirəmsə balaca bir üzük də gəzdirərdi barmağında. Yenə güldü. Fındıqlar qaynayıb tavana dəyib yerə tökülüşdü. Deyirdik ona, o vaxtlar biz nisbətən cavan idik. Hə, deyirdik ki, ay Sədəfəndi, deyirlər təzə əsər yazmısan. Ver, bir biz də oxuyaq. Bizə deyirdi, gədə, sən ölənlərinin goru, əl çək məndən. Zaldan qaqqanaq qopdu. Əl çalan da oldu. Elə bil hüzür yerinə gəlmiş camaata dedilər ki, ölü dirilib. Yazıq, axır vaxtlar çox vasvası olmuşdu. Kərimli ciddiləşdi. Neyniyəsən? Ağır vaxtlar idi, yoldaşlar. Mürəkkəb dövr yaşayırdıq o zaman. Çox təəssüf ki, aramızda əclaflar da az deyildi. Nəysə, daha sualı olan yoxdur ki. Vəssalam. Daha nə sualı ola bilərdi ki, yubiley ən yüksək səviyyədə keçiriləcəkdi. Deməli, Səlimə xanımın bütün narahatçılığı, təşvişi əbəsdir. Daha bundan sonra nə demək olardı? Xəstə başını aşağı saldı. İsti tuman köynəyi altında bədəni tərlədi və bu dəfə Sədə əfəndinin gündəliyinin başqa bir yerini xatırladı. İstədim mən yerimdən bir replika verəm, övrət gəldi durdu gözlərimin qabağında, hirsimi uddum, dinmədim, sustum. Vəssalamlardan uzaq bir karvan düzəlib, ta bu iclasın sonuna kimi xəstənin gözləri qabağından gəlib keçdi. Atana lənət, ay Muxtar Kərimli, tfu sənin hərçi pətərinə, belə dünya. Sonra iclas qurtaranda hamı sevincək və tələsik salondan çıxanda uzun iclaslarda oturmağa heç kəsin hövsələsi qalmamışdı. Kərimli xəstəni saxladı, qəbul otağında köməkçinin üstünə qalaq-qalaq kağız yığılmış stolu yanında dedi ki, monoqrafiya onun çox xoşuna gəlmişdir və Sədə əfəndidən ümumiyyətlə çox yazmaq lazımdır. Çünki çox təəssüf ki, Sədə əfəndi hələ öz layiqli qiymətini almayıb. Xəstə Kərimliyə qulaq asa-asa onun bu kəlmə başı uzada-uzada işlətdiyi çoxlardan əsəbləşə-əsəbləşə dayanıb başını aşağı salıb yenə bir söz demədi. Sədə əfəndinin yubileyi keçirilirdi. Sədə əfəndi haqqında yazılmış ən böyük monoqrafiyanı Kərimli qeydsiz şərtsiz bəyənmişdi. Daha bundan sonra nə demək olardı ki? Bundan sonra bir söz deyənin gərək ağlı başında olmasın. Sonra Kərimli xəstənin qolundan tutub bərk-bərk sıxdı və dedi: Sən Səlimə xanımla yaxınsan. Ona de ki, heç narahat olmasın. Gülümsünüb xəstənin gözləri içinə baxdı. Qoy hər şeyin üstündə əsəbləşməsin. Səhhəti deyəsən o qədər də yaxşı deyil. Deyərəm, Muxtar müəllim. Sonra Muxtar Kərimli sağollaşmadan ondan ayrıldı və xəstə xırda, qoca əfəndi addımlarla ondan uzaqlaşan arıq bədən sahibinə baxa-baxa qaldı. Afisant balıq kebabını gətirəndə xəstənin qrafindəki arağı qurtarmışdı. Xalaoğlu, dedi, mənə 100 qram da gətir. Baş üstəm. Görəsən Kərimli xəstənin Səlimə xanımla yaxın olduğunu hardan bilirdi? Yəqin elə Səlimə xanım özü deyib. Xəstənin yanında, onunla söhbətlərdə həmişə konspirasiyaya keçib üstüörtülü danışan Səlimə xanım atasının yubileyi ərəfəsində elə bir həftə olmurdu ki, Kərimlinin qəbuluna getməsin. Bu da yadına düşdü ki, keçən il Kərimlinin anadan olduğu gün Səlimə xanım qışın oğlan çağında Parnikdə bəslənmiş güllərdən hardansa çox baha qiymətə alıb iri bir dəstə düzəldib Kərimli gilə təbrikə getmişdi. Araq gətirmiş afisant başını əlləri arasına alıb oturmuş xəstədən soruşdu. Nəsə dediniz, hə? Xəstə başını qaldırıb gülümsündü. Dedim ki, tfu sənin hərçi pətərinə, belə dünya. Afisant güldü. Kök və buxaqlı sifəti yumrulaşıb tava boyda oldu. Daha bir şey lazım deyil ki. Xəstə yavaşdan soruşdu. Tualetiniz hardadır? Afisant əlini mətbəxə sarı uzatdı. Mətbəxin yanındakı qapıdan çıxıb pilləkənlərdən yuxarı qalxarsan, dayday, orada həyətdədir.
Xəstə biraz daha başa düşdü ki, o həqiqətən zirzəmidədir. Çünki həyətə çıxmaq üçün aşağı yox, pilləkənlərlə yuxarı qalxmaq lazım idi. Bu həyət çox iri və qəribə həyət idi. Bu həyətin adamı çaşdıran və hövsələsini daraldan qəribəliyini xəstə ilk dəqiqələr başa düşmədi. Qəfil hiss elədiyi soyuqdan üşüyə-üşüyə ətrafına baxıb, həyəti hər tərəfdən dördkünc bir həndəsi kvadrata salmış binaları görəndə xəstə duruxdu və qorxdu. Binaların heç birinin həyətə nə qapısı vardı, nə də pəncərəsi və bu həyətə yeganə çıxış yolu yeməkxanadan idi. Xəstə dönüb geri baxdı. Zirzəminin həyətə açılan dəmir qapısı kip bağlı idi. Xəstənin ürəyinə nəsə damdı. Fikirləşdi ki, görəsən divarları parusin üzü kimi hamar olan bu binaların o biri tərəfdən qapısı pəncərəsi varmı və əgər yoxdursa, bu qapısız pəncərəsiz binalarda kimlər yaşayırlar? Xəstə neçinsə yerindən tərpənmək istəmədi. Düz həyətin ortasında tikilmiş taxta ayaq yoluna baxa-baxa qaldı. Ayaq yolunun da qapısı kip bağlı idi və xəstəyə elə gəldi ki, o nə üzbəüzündəki qapını, nə də arxasındakı qapını daha aça bilməyəcək. Lap üşüdü və elə həmin anda da hardasa başında isti bir ağrı qoparaq cırıltı ilə bir qapı açıldı. Xəstənin gözləri doldu, çünki bu açılan qapı beynindəki kilidli qapılardan birisi idi. Taxta ayaq yolunun qabağında pişik boyda bir sıçovul dayanıb xəstəyə baxırdı. Xəstə kirli-kiri tanıdı. İnanan inansın, inanmayan inanmasın. Və xəstə hər şeyi başa düşdü. Sonra qorxa-qorxa gözlərini açıb qapısız və pəncərəsiz olan binaların buz bağlamış divarlarına baxdı. Zəminənin səsi gəldi. Qorxma, qurban kəsim. Yenə balaca qızdırman var. Xəstə yenə gözlərini açdı. Çarpayısı yanında ayaq üstə dayanmış doktor Bergmanın gümüşü haşiyəli eynəyini gördü. Mənə soyuqdur, doktor. Bu səs kimin səsi idi, ilahi? Hardasa uzaqlarda zınqrov səsi eşidildi. Mənə soyuqdur, doktor. Doktor Bergmanın dodaqları aralandı, amma xəstə onu eşitmədi. Çünki indi zınqrov səsləri aləmi başına götürmüşdü. Xəstə başa düşdü ki, hardasa yaxınlıqda telefon zəng vurur. Hara? Tümen? Zəminə narazı-narazı dəstəyi çığırırdı. Bizim tüməndə adamımız yoxdur. Mənə ver telefonu, tez ol. Xəstə yenə gözlərini açdı və ağ duman içərisindən zəminənin uzatdığı telefon dəstəyini doktor Bergman onun qulağına tutdu. Mənəm, Səlimədir. Telefon dəstəyində uğultulu bir külək əsirdi. Xəstənin bədəninə elə bir üşütmə doldu ki, dişləri bir-birinə dəydi, amma özü dediyi sözləri eşitmədi. Tapdım. Səlimə xanımın səsi uğultulu küləyin əsdiyi yerdən hardansa çox uzaqdan gəlirdi. Sənə epigras vermişdim ha. Orada bir həkim adı var idi. Akop Mirzəyan. Onun oğlu Sergey Mirzəyandaymış. Başa düşdün? Akop Mirzəyanın oğlu Sergey Mirzəyanda. Daha bəsdir, çox danışma. Bu dəfə xəstə öz səsini eşitdi. Adı nədir? Kimin? Əsərin. Telefondan gələn uğultulu küləyin həmlələri otağın pəncərələrini dolu kimi döyəcləyirdi. Əsərin adı nədir? Qətl günü. Arxadakı qapı da, qabaqdakı qapı da kip bağlı idi və yalnız telefon dəstəyindən gələn boğanaqlı küləyin səsindən nə qulaq qulağı eşidirdi, nə də göz gözü görürdü. Sonra Baba Kahanın oyumundan qopmuş qəfil külək topa-topa qara buludları, topa-topa ağ buludları boğanaqlı axarına qatıb adı küləklər şəhəri olan bir şəhərin göy üzünə yığdı. Ayı və ulduzları görünməz elədi. Son gücünü toplayıb bütün kilidli qapıları taybatay açdı.
at kişnərtisi, sərbaz hayqırtısı, dəmir və qan iyi beynin dərin şırımlarına doldu və bir də haçansa gözləri açıq qalmış bir şairin, hardasa gün işığına çıxmış əlyazmasından yarımçıq bir misrasını, qara buludlar üzərində parıldaşan ulduzların gümüşü işığına qovuşdurdu. Əcəldən möhlət istədim. Möhlətin əsirgədi. Zəminəni tələsik o bir otağa qovub, yataq otağının qapısını arxadan bağlamış doktor Mark Georgiyeviç Bergmanın isə az qalmışdı ağlı başından çıxsın. Çünki xəstənin açıq qalmış gözlərində hərəsi alma boyda iki ulduz yanırdı. Doktor tez əlini uzadıb o gözləri qapadı. Xəlil dayının kababxanasında sübh tezdən xaş yeyib, əməlli də vurub keyflənmiş iki nəfər indi çay içə-içə söhbət eləyirdilər. Onlardan biri Felçer Mahmud, o birisi isə Zülfüqar kişinin nəvəsi Moşu idi. Zülfüqar kişi rəhmətə gedəndən sonra qohum-əqraba, tanış-biliş yığışıb, məsləhətləşib qərara gəlmişdilər ki, Moşudan gedib ali məktəbdə oxuyan olmaz. Buna görə də onu raypoda işə düzəltmişdilər. İndi Moşu əlini şalvar cibinə salanda kirli yaylığı ilə bərabər 5-6 25-lik çıxarırdı. Mahmud deyirdi: "Sən öl Moşu, elə yorulmuşam başın haqqı. Bu məhsul bayramını da yola verək, 3 günü üzü qoyulu yıxılıb yatacam. O Zülfüqar bavayın göru haqqı, hə?" Moşu gülümsündü. Xaşdan sonra, isti çaydan sonra tərləmiş alnını yağlı əlinin arxası ilə silib dedi: "Çox içirsən, Mahmud doktor. Araqdan da hamısı." Mahmudun gözləri bərəldi. "Moşu, içməsəm ölü kimi oluram, başın haqqı. Və neynim hay?" "Ay Xəlil dayı." Mahmud boylanıb bufetin arxasında çəngəl bıçaq silən Xəlil dayıya baxdı. "Mən ölüm, düzünü de. Sən çox içirsən, mən." Xəlil dayı kök bədəninə geydiyi kirli ağ xalatının yaxasını açıb, pencəyinin altından qarnını qaşıdı, əsnədi. "Bəri bax, Mahmud," dedi. "Hələ səndən o qədər vuracaq ki, ölənə kimi. Sən bir məni əməlli başa sal görüm, bu ilki məhsul bayramını raykom niyə bizim kənddən başlayır, hay?" Mahmud çiyinlərini çəkdi. "Hancarı, aya, niyə? Dağı partlayacaqlardan, ha?" "Aya, onu bilirəm." Xəlil dayı bufetdən çıxıb onlara yanaşdı, əyləşib stola dirsəkləndi və yekə çopur burnunu çəkə-çəkə ora-bura oynatdı. "Aya, bir dağı partlatmaqdan ötürü bir belə məxluqu niyə bura tökürlər axı?" "Bıy, bayram büsatdır dana, burada mitinq eləyib, dağı partladıb qaydacaqlar rayona, stadiona." Moşu da söhbətə qarışdı. "Mahmud doktor, Xəlil dayı düz deyir. Mən də əməlli qanamadım ki, hansı dağı partlayacaqlar." Mahmud dedi: "Ayə, bisavad uşağı bisavad. Burada qanmamalı nə var ki? Bax o dağlar yoxdurmu?" Mahmud qanrılıb əlini kababxananın enli şüşələrindən görünən uzaqdakı dumanlı dağlara tuşladı. "Bax, onların arxasında buzlaqlar var ha. Bax oraya qalxıb." Sözünü kəsdi, qaşlarını çatıb duruxdu. "Ayə, elə məni də çaşdırdınız. Əlqərəz, qağa, bildiyim odur ki, orada bir yeri partladıb aşağıda da göl salacaqlar. Gölün də ətrafında restoranlar, qəstinlər tikiləcək." Moşu soruşdu. "Ayə, Mahmud doktor, babam deyirdi ki, orada bir-iki kaha var. İçində əjdaha kimi bir şey yatır. Deyirdi, heç quş da ora qalxanmaz. Və bunlar ora necə qalxacaqlar?" "Ayə, nə danışdığındır?" Mahmud güldü. "Bu hökumətin ağrısını alım. Ondan ötürü oraya qalxmağa nə var, hə?" Bu vaxt kababxananın qapısı açıldı və Tatar Temir nimdaş şinelində, başında solub ağarmış qulaqlı papaq, əlində də iri bir çamadan içəri girdi. Mahmud onu görən kimi çığırdı. "Ayə, sənin o olmayan bığlarını yeyim. Hardasan? Gəl çıx dana." Tatar Temir çamadanı yerə qoydu. Kepkasını çıxardıb yaxınlaşıb növbə ilə hamıya əl verdi. Kababxananın isti və ağır havasında eşikdən gəlmiş Tatar Temirin əli üçünə də buz kimi soyuq göründü. Mahmud dedi: "Yanını yerə qoy görüm."
və Xəlil dayıya göz vurdu. Xəlil dayı yerindən qalxıb bufetə sarı yönəldi. Sonra bir araq, bir boş qab bozartma, göy-göyərti gətirib stolun üstünə qoydu. Mahmud arağı götürüb açdı, stəkanlara süzdü. Xəlil dayı başını bulayıb içməyi istəmədi. Geri qayıdıb mətbəxə getdi. Temir, xoş gəlmisən, dedi Mahmud və Moşuya göz vurub qaş oynatdı. Hortlat görüm bunu, tez ol. Tatar Temir stəkanı götürdü. Sabahınız xeyir, deyib qurtum-qurtum arağı içdi. Arıq barmaqlarını dodaqlarına çəkdi, bir ləzzətli oxay da deyib, bir tikə pendir götürüb ağzına saldı. Ağzı elə tərpənirdi ki, elə bil canında hey qalmamışdı. Mahmud bir əlindəki arağa baxdı, bir Tatar Temirin qıyıq gözlərinə baxdı, çimçəşən kimi oldu, amma dayanmadı. Stəkanı boğazına boşaldıb bozartmanın yağlı tikəsindən götürdü və iştahla, tələsik çeynəyib uddu. Sonra Tatar Temirin qapı ağzındakı çamadanına baxdı. Ayə, Atemir, bu çamadan nədir səhər-səhər? Temir yanıqlı bir ah çəkib dedi. Gəlmişəm sənlə, Moşu ilə halallaşım, ay Mahmud. Boy, nə halallaşmaq ayə? Mahmud təəccüblə Moşuya baxdı. Moşu Mahmuda. Gedirəm, dedi Tatar Temir. Vətənə qaydası olasıyam. Əgər Mahmud günün bu vədəsində elə burada Xəlil dayının yeyib içdiyi kebabxanasında eşitsəydi ki, dünyanın bütün ilan qurbağası dil açıb adam kimi danışmağa başlayıb bu dərəcədə çaşıb heyrətlənməzdi. Elə bil qulaqlarından əsər partladı. Nəfəsi də boğazından eşiyə çıxmadı. Moşu isə gözləri bərələ qalıb ağzını açdı. Ayə, Tamaranın yanına mı qayıdırsan? Hə. A kişi, sənə nə oldu? Ayə birdən-birə. Tatar Temir özünə araq süzdü. Bir qurtum da içib stəkanı yerə qoydu. Dedi. Gecə yuxuma gəlmişdi Tamara. Gözləri doldu. Yəqin ölüb. Mahmudun qanı qaraldı. Moşu isə gülümsünüb üzünü yana çevirdi. Temir, hər yuxuya girən adam ölürmü, abala? Nə danışdığındır? Yox, ölməsəydi gəlməzdi, mən bilirəm. Tatar Temirin gözlərində Mahmud indiyə kimi görmədiyi bir şey gördü. Bu yerlərə gəldiyi gündən, stansiyanın bufetində pulsuz içdiyi çaxırdan qızarıb, kallaşmış gözlərdən uşaq kövrəkliyi duydu. Elə bil indicə bu gözlərdən dupduru bulaq suyu axacaqdı. Mahmud ah çəkdi. Moşunun Tatar Temiri dolamağa hazırlaşdığını görüb gözlərini bərəltdi. Gedib orada itib batacaqsan, Temir, dedi. Temir dedi. Neynim? Mahmud arağı yenə özünə süzdü. Moşunun stəkanını dolu gördü. İçməmişdi. Tatar Temirinkini doldurmaq istədi. Tatar Temir əlini stəkanın ağzına qoydu. Mənə bəsdir, Mahmud, dedi. Sonra xarab ollam. Bu da şeytana papış tikən dünyanın ağla sığmaz oyunlarından biri idi. Tatar Temir araq içmək istəmirdi. Ayə, bu dünya xarab olur ya düzəlir, başına dönüm. Bu nə gərdişdi görən? Mahmud dedi. Temir, uğurun xeyirli olsun, sağ-salamat get, mənzil başına çat. Biz yetimləri də unutma. Sən də yetimsən, mən də yetiməm. Moşu da yetimdir. Elə axtarsan bu dünyada yetim olmayan adam tapanmazsan. Hərə öz qismətinə düşəndən artıq yeyənmir. Nə deyim, gedirsən, get, amma bizim obanı Temirsiz qoydun. Moşu Tatar Temirə baxdı, Mahmuda baxdı, bir şey anlayanmadı. Onların ikisini də heç belə gördüyü olmamışdı. Kövrəlib-kövrəlib elə bil bir himə bənddilər ki, ağlasınlar. Temir stəkanını qaldırdı. Allah ürəyincə versin, Mahmud. Allah səni xoşbəxt eləsin, Moşu. Sonra dönüb kebabxananın eşik tərəfindən azca tərlənmiş şüşələrindən uzaqlara baxdı. Dumanların başın üstündən əksik olmasın adağlar. Arağını son damlasına kimi içdi, yenə heç bir şey yemədi və yerindən qalxdı. De yolçu yolda gərək.
Mahmud da, Moşu da ayağa durdular. Bir-birinə baxıb, bir-birinin fikrini oxuyub, ikisi də əlini cibinə saldı. Hərəsi 50 manat çıxarıb Temirin cibinə basdı. Temir razılıqla başını tərpətdi. Sonra Temir qulaqlı papağını başına qoydu, tərpənib çamadanını götürdü və hər üçü kebabxanadan eşiyə çıxdı. Orada payızın üşütməli sərinində ağacların sarı-sarı yarpaqları arasında əl tutub ayrıldılar. Mahmud soruşdu: "Ötürəkmi səni, Temir?" "Yox, başına dönüm, yox. Tək getməyim məsləhətdir." Moşuya baxdı, Salatın bacı ilə də sağollaşmışam. Sonra gedib Zülfüqar əminin qəbrini də ziyarət elədim. Nəysə, ay uşaqlar, ölənlərin qəbri nurla dolsun, dirilər min yaşasın. Dönüb getdi. Mahmud da, Moşu da xeyli onun dalınca baxdılar. Nimdaş şinelli adamın çamadanının ağırlığından sağa əyilmiş bədəni irəlidəki sıx ağaclıqların arasında gözdən itəndən sonra kebabxanaya qayıtdılar. Mahmud stakanını araqla doldurdu və bir nəfəsə başına çəkdi. Amma bu dəfə bir şey yemədi. Mətbəxdən qayıdıb piştaxtanın arxasında dayanmış Xəlil dayı soruşdu: "Ayə, o piyanska yetim nə oldu?" Moşu güldü. Mahmud isə cavab vermədi. Onlar ikisi də plaşda, başları açıq, kebabxanadan çıxıb şose yolunun qırağı ilə mitinq olacaq yerə, Kənd Sovetinin binası qabağındakı bağa tərəf gedəndə yolda poçta işləyən Lyudaya rast gəldilər. Lyuda Mahmudu görüb ayaq saxladı. "Mahmud", dedi. "Тебе там срочная телеграмма лежит." Mahmud Lyudanın köklükdən şişib piy basmış dördkünc bədəninə baxıb dedi: "Çort s nim, potom pridu." Lyuda dodaqlarını büzüb bir söz demədi. Gəlib Kənd Sovetinin binası qabağındakı bağa çatanda yol boyu dayanmış qırmızı transparantlı avtobusları, yük maşınlarını görəndə və alabəzək geyimli məxluqun arasına girəndə Mahmudun daha bayaqki qanqaralığından əsər qalmadı. Özünə xüsusi yaraşıq verib bayram libası geyinmiş cəmaatdan elə bil adikalon iyi gəldi. Mahmud ağzını açıb ləzzətlə, ciyər dolusu nəfəs aldı. Bir-iki nəfərlə salamlaşdı, hal-əhval tutdu və hamı bir-birinə bayramı mübarək dedi. Mahmud bu gözəl bağın sarı yarpaqlı ağacları arasında hündür bir yerdə qurulmuş, qabağından xala asılmış tribunadakı adamları görəndə uzun-uzadı bir fit çaldı. "Ayə, zırıltıymış ki", dedi. Tribunanın sağ və sol tərəfində Mahmud saydı, 14 zurnaçı dayanmışdı, 14 də aşıq. Mahmud Kənd Sovetində işləyən, arıq, ovurduları batmış, heyvanı kəsəndən sonra boğazından axan laxtalı qan rəngində qırmızı qaystuk salmış Vahidi əl eləyib yanına çağırdı. "Ayə, bə bunlar niyə çalmırlar?" Başı ilə çalğıçılara işarə elədi. Vahid qol saatına baxıb dedi: "Mitingdən sonra alpinistlər dağa qalxıblar indi. Bir saatdan sonra partlayış olacaq. Katib dedi ki, partlayış olan təki Koroğlu cəngisi çalsınlar." "Bə birdən bombaları partlamadı onda?" Vahid gülüb Mahmudun qulağına dedi: "Harda vurmusan, ayə? Səhər-səhər qoy oturmuşuq." Sonra onlardan aralanmaq istədi. Mahmud onun qolundan tutub saxladı. "Sən başım, bir dayan." Gözlərin qıyıb tribunaya baxdı. "Katibin sağ tərəfində dayanan Zibeydə xanım deyilmi?" "Odur, hə." "Ayə Moşu, Zibeydə xanımdır, hə o." Moşunun böyrünü dirsəyi ilə nə qədər dümsükləsə də o dinmədi. "O da böyün oxuyacaqmı burada?" "Onu bilmirəm, dərdiş", dedi Vahid. "Bə sol tərəfdə dayanan iki kişi kimdir, şlyapalı?" "Boy, tanımadın? Biri Muxtar Kərimlidir." "Ayə, bə o ölməyibmi?" "Başına hava mı gəlib? Niyə ölsün ki?" "Bə o birisi?" "Salahov Adil Qəmbəroviç." "Moşu." Mahmud Moşunun qoluna girdi. "Zülfüqar babam dediyi Salahovdur, ayə. Palnamoçnu." "Ayə, nə iki kişidir?"
Sağ olsun təzə katib. Gör bir nə qədər qonaq çağırıb Bakıdan. Vahid nəhayət canını Mahmudun əlindən qurtardı və bu vaxt katib mikrofona yönəlib "Yoldaşlar" dediyi, dinamiklərin bu səsi gücləndirib əks-səda sala-sala ətrafa yaydığı dəqiqədə yaxındakı ağacların budaqları arasında qarğalar qarıldaşanda Mahmudun qarnına elə bil xəncər soxdular. Gözlərinə qaranlıq gətirən şeytan ağrısından bütün bədənini soyuq tər basdı. Sağa əyilib ağırlığını Moşunun üstünə saldı. "Moşu, halın pisdir" deyən. Moşu Mahmudun dümağ ağarmış sifətinə, işığı qaralmış gözlərinə baxıb özünü itirdi. "Nə oldu sənə, ay Mahmud doktor? Məni elə çıxart burdan ki, camaat görməsin." Moşu Mahmudun qoluna girdi, onu tünlükdən çıxarıb kənarda bir ağacın altında sarı payız otlarının üstündə otuzdurdu. Camaat əl çaldı, hardasa izdihamın qabağında urra qışqırırdılar. Elə bil Mahmudun ağrısı bu urralara bəndimiş. Yavaş-yavaş çəkildi. Mahmud özünə gəlməyə başladı, gözləri qabağındakı toran yox oldu. Başını qaldırıb həyəcanla ona baxan Moşuya dedi: "Bu nə idi görən? Sən canın çox içmə Mahmud doktor." Moşu ağlamsınan kimi olmuşdu. "Hə, qağa, bu da belə." Sonra Moşunun köməkliyi ilə ayağa qalxdı, ağrının təzədən təkrar olunacağını ürək döyüntüsü ilə gözlədi. Yox, ağrı geri qayıtmadı. "O dağı yox ha, bütün dünyanı partlatsalar da, qağa, mən daha burada dayanası deyiləm. Mənciyəz getdim evə." "Aparım ötürümmü səni?" "Yox aya, budur buradır, sən işində ol, sonra danışarsan mənə." Məmləkətin əksər kəndlərində olduğu kimi bu kəndin də bir dəlisi vardı. Çomaq Qulam. Adı Qulamdı, ləqəbi Çomaq. Yay-qış səhər-axşam boyu uzunluğunda bir çomaq əlində kəndin xəlvət yerlərində, meşədə, talada tək-tənha dolanıb gəzirdi. Heç kəsə dəyib dolaşmırdı. Ondan söz qırtmaq da hər oğlun işi deyildi. Rastlaşanda nə illah eləyirdinsə, nə qədər şirin sözlərlə qılığına girirdinsə, heç kəs də kəlmə kəsmirdi. Nə bir suala cavab verirdi, nə də özü bir söz soruşurdu. Bugün bu gürhagürdə qəfil və gözlənilməz bir hadisə baş verdi. Qarnını tutub yavaş-yavaş evinə gedən Mahmud izdihamın seyrək yerində Çomaq Qulamı gördü. Mahmud əvvəl gözlərinə inanmadı. Diqqətlə baxıb uzunsov sifətli, yekəburun, bir gözünə ağ gəlmiş tanış adamı, dirsəkləri yırtılmış köhnə qara pencəyi və uzun çomağı görəndən sonra bu adamın Qulam olduğuna daha şübhə eləmədi. Sevincək zarafatla sataşdı ona. "Ayə, a Qulam, və sənin baydağın hanı?" Çomaq Qulam ayaq saxladı, yerini mıxlanıb başını aşağı saldı. Elə bir səs onu diksindirmişdi. "Ayə, bir mərifətin olsun, adam adama salam verər, halını əhvalını xəbər alar. Şənlik toy bayram eləyir. Heç olmasa belə üzün gülsün, ay evin tikilməsin." Birdən Çomaq Qulamın ağzı açıldı. Bu cod, əsəbi səsi Mahmud ömründə birinci dəfə eşitdi. "Bugün qətl günüdür Mahmud." Mahmudun qaşları çatıldı. "Qətl günü niyə olur aya avara?" "Çünki baba kahanı partladırlar Mahmud." "Haranı partladırlar? Haranı partladırlar, cəhənnəmə partlatsınlar. Buna bax ey. Yerində göl olacaq. Səndən mən də yayda orada çiməcəyik." Mahmud qaqqanaq çəkib güldü. Qulam daha heç nə demədi. Yenə başını aşağı saldı. Mahmud əlini yelləyib ondan aralandı. Biraz getmişdi ki, arxadan Çomaq Qulamın dediyi qəribə sözləri eşitdi. "Dərd də azar kimi, gələndə batmanla gəlir bacım." Mahmudu elə bir ilan çaldı. İçi içalata doğrandı. Bayaqki ağrı qayıdıb qarnına, bağırsaqlarına doldu. Özünü necə evə çatdırdı bir Allah bilir. Evdə barjum açıb içməyə də hal olmadı. Zarıldıya-zarıldıya birtəhər keçib pencəyini soyundu, ayaqqabılarını çıxardı, kəmərini boşaldıb, şalvarlı zadlı özünü çarpayıya saldı. Allah, bu nə ağrıdı görən.
Nə qədər yatdığını bilmədi. Gözlərini açanda elə bildi otaq od tutub yanır. Bu otağın yeganə pəncərəsindən içəri gürdan da gür ay işığı axırdı. Kimsə onu eşikdən çağırdı. Qalxıb pəncərəyə yaxınlaşıb eşikdəki ay işığında par-par parıldaşan daş kəsəyə baxa-baxa bir qaraltı gördü. Qaraltının sifətini seçə bilmədi. Soruşdu: "Kimsən, abala?" "Mənəm, Mahmud." Şəhərdə xəstə yatan qohumunun səsini tanıdı. Başını qaldırıb göyə baxdı. Göydə bir dənə də ulduz yoxdu. Nəhəng ayın dağlarını, dərələrini gördü. Mahmudun içərisi bumbuz idi və Mahmud indi başa düşdü ki, bu başı bəlalı dünyanın bir axırı da olarmış. "Gəlirəm, dərdiş, gəlirəm." deyib evdən çıxdı və qohumunu Qayaaltı deyilən yerdə, aşağıda kürün qupquru qurumuş vadisində kəndir kimi daşlara, qayalara sarmaşmış otun, yosunun arasında gördü. Aşağı enib soruşdu: "Kürün suyu hanı, ay qağa? Su mu qalar indiyə, Mahmud?" Mahmud irəli gəldi. "Ölümün xeyir, Mahmud. Ölümə qənşər qağam. Gedəkmi?" "Gedək." Onlar əl-ələ tutub addımladılar. Onlardan qabaqda bəyaz saçları çiyinlərinə tökülmüş, uzun don geymiş, dabanları çatlaq bir gavur qızı və bir qoca canavar gedirdi. Mahmud soruşdu: "Səninkilərdirmi?" "Hə, mənimkilərdir." Mahmud əllərini yumruqlayıb dırnaqlarını ovucuna batırdı, amma ağrı hiss eləmədi. Dedi: "Yandım, kül oldum, ay dağlar." Sonra onlar uca bir qayanın başında 4 qaraltı gördülər. Sübh tezdən yola düşmüş bu 4 istehkamçı, alpinist gedib mənzil başına çata bilməmişdi. Yolu yarı eləməmiş, Baba Kahanın oyumundan çıxmış qara duman kəndirə dönüb dördünü də boğmuşdu. Dördü də bir yerdə soruşdu: "Yolunuz haradır, qardaşlar?" "Baba Kahayadır." Dördü də quş kimi qaya başından qopub aşağı indi. "Ölümünüz xeyir, ölümə qənşər." Kürün qurumuş vadisində daşlar ay işığından od tutub yanırdı. Baş götürüb Baba Kahaya doğru addımlayan qaraltıların uzun yoluna gümüşü bir ay işığı düşmüşdü. Daha mən heç kəsin yuxusuna girmirəm. Son dəfə arvadın yuxusuna girdim, o da ağladı. Mən də. O məni qucaqladı, mən onu. O mənim göz yaşlarımdan içdi, mən onun. Amma səhər ayılıb arvad Səlimə xanıma zəng eləyib telefonda ağlaya-ağlaya yuxusunu ona danışdı. Vədələşib günorta görüşüb təzə pirə getdilər. Orada mollaya 5 manat verib Səlimə xanım dedi ki, bir dua oxuyub bir bu cavan gəlini yuxusuna girən ölünün xofundan azad eləsin. Dəxi mən a kişilər, bundan sonra bir kimsənin röyasına girmərəm. Amma ey mənim səbirli oxucum, İşdir şayət, gecə röyada, sifəti xəzən yarpağı kimi sapsarı saralmış, gözləri çuxura düşmüş. Belə azca donqar bir xəstə görsən, ya da ki, başında buxara papaq, əynində kürk, gülümsər və qüssəli gözlər sahibi olan bir sinli kişi görsən, o zaman dəxi bizi qınama. Vallah, ölülər savab iş tutmaq istəyirlər. Yuxunuz şirin olsun, dirilər.